Deməli, udarnik ifaçımız insandır da, biraz gecikir. Amma bu demək deyil ki, indi gecikəni taxtayla, çubuqla biz belə deyək də məhv edək, yığışdıraq. Dedim, gecikir, nə olar? Mən gələrəm, oturaram və salam. İndi bacardığım bu idi, neyliyim da? İndi bacardığımız bu idi. Əslində, hər situasiyadan, hər vəziyyətdən çıxış yolu var. Tək insanın ürəyi istəsin və keçib kənardan indi Ceyhun indi birazdan gələcək deyəsi deyilik ki, bu Ceyhun hardadır. Bura bizim verilişimizdir. Verilişdən əlavə bura bizim evimizdir. Və evimizdə nəsə bir baş verəndə oturub qonum qonşunu gözləmirik ki, bir çəkici alaq, bir mıxı götürək divara. Onun da hamısını qonum qonşuya deyə bilmərik axı. Ona görə də belə çıxdı ki, mən də bunu məişət terminləri ilə deyəcəm. Ütümüzün naqili xarab olmuşdu. Mən sadəcə onu düzəltdim. Bəli, vəssalam. Nətərdir? Vəziyyətdən çıxdıq da. Heç də. Ay belə axşamınız xeyirli olsun. Hamıya vəziyyətdən çıxış yolu tapmağı arzu edirəm. Çünki bu insan üçün çox vacibdir. Vəziyyət ola bilər ki, gərgindir. Ona da belə həyəcanla yanaşmayaq. Oturaq, fikirləşək və mənim üçün çox doğma olan insanlar. Bax, buradadır. Hər birinizin axşamı xeyirli olsun. Nadir burada, Bəhmən burada, Elçin burada, Samir burada, bizim Ülvümüz burada. Bəs görəsən, Ceyhun harda? Ceyhun hardadır? Biri var deyir ki, Əhməd hardadır, biri də var deyir, Ceyhun hardadır. Hər kəsin axşamı xeyirli olsun və xeyirli sözlər işlədək. Çünki həyat o qədər qısadır ki, o qədər. Mən buradan operatorlarımızı salamlayıram, Elçini, buradan ağanı salamlayıram, oradan Agili salamlayıram. Ümumiyyətlə, bütün komandanı və bu komandanın bir üzvü var ki, çox sevdiyim, çox hörmət etdiyim bir insan. Bizim, bax, bu işıqlanmada operator işıqçı gedir, hə? İşıqçı operator işıqçı bir sözlə həm işığımızı təmir edir, həm operatorları əvəz edir arada. Bax, belə bir insan, adı İsmail'dir, o bizim canımız, ciğərimiz. Sən demə dünən niyə deməyib bizə bilmirəm. Həm nişanı olub, həm nigahı olub. İndi toyunda da vur çatlasın olacaq, o heç. Təbrik edirəm İsa səni, canımsan, xoşbəxt ol əzizim. Həyat sənin üçün gözəl olsun həmişə, var olasam. Həyat demişkən, bəzən elə olur ki, həyat o qədər
qədər şirindir və bəzən elə olur ki, insanlar deyir ki, mən xəstəyəm, görəsən nə olacaq? Xeyr, əsla elə fikirləşməyin. Çünki hər şeyə ümidlə baxmaq lazımdır. Mən artıq bir həftədən çoxdur ki, Lütfiyə anamı incə səhər verilişində görmürəm və Vüsalə ilə mütəmadi olaraq, yəni hər gün burada rastlaşırıq, xəbər alıram. Bilirəm ki, xəstəxanadadır, yastığı yüngül olsun. Ana, sənin o dadlı əllərin üçün darıxmışıq. O gözəl siman üçün, nur üzlü siman üçün darıxmışıq. Lütfiyə ana, tez sağal gəl. Və bir xanım da var ki, mənim üçün çox doğmadır və burada həmişə bizim Lalənin verilişində oturur. Gözəl xanımdır, gözəl, bir başqa... Özü gəlməmişdən o tərəfdən ətrinin iyi gəlir, gözəl gəlir, qəşək-qəşək. Səfa ana sabah ürəyindən əməliyyat olunacaq. Hətta onun, belə deyək də, bu vəziyyətdə o xəstəliyin üzə çıxarmasında Lalə xanımın bir böyük rolu oldu. Çünki Səfa ana heç cür həkimə getmək istəmirdi və Lalənin israrla deməsi ki, mütləq şəkildə açıq ürək əməliyyatı olunacaq sabah. Səfa xanım, Səfa ana, sənin əllərindən öpürəm. Sağ salamat, heç qorxma. Dünən danışıram, deyir, qorxuram, dualar edin mənə. Deyirəm, heç qorxma, çünki çox gözəl həkimlərimiz var. Odur ki, səni o gözəl həkimlərə təhvil veririk və tez də xəstəxanadan çıxın. Hər iki anamız öpürəm sizi. Bütün anaları buradan salamlayıram. Allah hamınıza can sağlığı versin. Belə, bir xanımı çağırıram. O da bir gözəl anadır. O gözəl bacıdır. Lap belə, o Nurinin mahnısına döndü. O gözəl xanımdır, o mənim canımdır. Nərmin Kərimbəyli gəlir! Bu qız deyir, o mahnı sözləri necədir? Deyir ki, o deyir, nə? Elçi nədir də, elçi gedəmiz vaxtı deyil. Ərişdə göstərir sərişdə. O yaxşı kəsir ərişdə, göstərir sərişdə. Bacarırdım zamanında. Vaxtım olanda nənəmə kömək eləyib, ərişdə kəsirdim də. Olub bəli, əlbəttə. Olub mu? Əlbəttə. Bacarırsan? Bacarıram, bəli. Elə qəribə bir şey, çətin bir şey yoxdur ki orada. Nə gözəl. Bəli. Çətin heç nə yoxdur, əlbəttə. İnsan təki istəsin. Bəli, Gözəlim Nərmin, bu nədir belə? Bu, sadəcə sənə bir balaca diqqətdir. Mən əl işlərini sevirəm. Mən də əl işlərini çox sevirəm. Bilirəm, əlində görmüşəm də, gözəlliyi ümumiyyətcə sən xoşlayırsan. Ay, nə xoşuma gəlir. Dedim, bu düzü belə fırlanır nədənsə. Amma əl işidir, ekskluzivdir. Bu broşdur. Bunu istən kəmərə taxarsan, istən belə ipalet kimi taxarsan. Gəlsən, onu fərqli cür taxmaq olar əslində. Əslində, gümüşü də aksorların bugün yaraşır da. Düşündüm, sən qızılı da taxırsan, gümüşü də taxırsan. Sadəcə onu, o fırlanır. O zaman alar. Oturanda mən onu açaram, istəyirsən. Ürəyim partlayarım, mən məhsul olmaram onu bu dəqiqə. Mən onu açaram, qəşəng taxarıq sən. Mən indi bunu düzəldəcəm, sən oxuyunca. İşlərin necə gedir? Mən səni elə belə demədim. Dedim, o gözəl anadır, gözəl bacıdır və həqiqətən də sən gözəl xanımsan, pozitivsən və dünən anonslara baxanda hətta tamaşaçılar mənə yazıb ki, nə gözəl qonaqlarınız var, bugün zövq alacaq. Yeri gəlmişkən tamaşaçılarımızdan biri indi oxuyacam. İsveçrədən bizə yazıb, mütləq şəkildə çatdıracam indi onun salamını da, mənə çox xoşdur. Və burada SMM xidmətimiz var, yenə Əli Şqabalamız, Əli yanımızdadır. Mən onların işini çox bəyənirəm, çox sevirəm. Gecə 3-də də zəng eləsən ki, Əli mənə filan yerdən o verilişdən o hissə lazımdır. Baş üstə deyib, əgər mənə yönəldirsə, deməli, bu qarşılıqlı olmalıdır. Mən təşəkkür etməyi sevirəm. Gözəl. Alt deyiləm, bunun bir geyiminə, bax bu nə gözəl. Bəyəndinmi? Nə qəşəng kostyumdur. Çox təşəkkür edirəm əzizim. Bu tikilmədi ya hazırdır? Bəli, bu tikilmədi. Bilirsən, biz o qədər musiqi bir tərəfə, artıq səhnə adamı modelyer olur. Çox qəşəngdir. Çünki hər şeyi seçməlisən, fərqli tərzə, özüvə uyğun olmalıdır. Çox qəşəngdir. Çox təşəkkür edirəm. Çox o əslində gözəldir. toxunuşda və yaxından daha gözəldir, nəinki bəlkə də uzaqdan. Mənim də çox xoşuma gəlir, özüm vuruldum ona, dedim nə gözəl olmuş. Baxın, həmişə deyirlər ki, məsəl üçün də
ay arıq xanımlar üçün hər şey var. Xeyr, biz dolu xanımlar üçün də tək ki insan bədənini tanısın, bu çox vacibdir. Bundan Və başqa sevirəm insan özünü zövqünü. qəbul edib sevməlidir. İnsan bəli. özünü qəbul edirsə, sevirsə, bax dünən bir xanımla danışırdıq. Bir agentlikdə idim, belə deyim. Bir xanım deyir ona, bax Nərmin xanıma bax, sən özünə kompleks eləyirsən, özünə baxmırsan, amma Nərmin gör necə. Deyirəm, məsələ ondadır. Əgər komplekslə özünə yanaşırsansa, sən özünü, öz bədənini, öz gözəlliyini təqdim edə bilməzsən. Sən onu daşıya bilmirsən. Sənə çətinlik çəkirsən, çətin gəlir. Amma əgər sən özünə qəbullanırsansa, sən öz gözəlliyini qəbul edib anlayırsan və onu doğru şəkildə təqdim etmək artıq içindən gələcək. Mən sevirəm səni belə. Minnətdaram. Vallahi həqiqətən çox idealsan, çox da qəşəngsən. Mən çox istəyirəm sən. Elə belə də qal. Təşəkkür Biz edirəm. səni belə sevirik. Oxu əzizim, oxu. Yeni il gəldi oxuyuram. Hə, çox şən oldu yəni. Çoxlu bar ilə, süd kimi axqar ilə, çoxlu bar ilə, qış ilə, bahar ilə. Yeni il gəldi, gəldi necə bar ilə, yeni il gəldi, yeni il gəldi necə bar ilə, yeni il gəldi. Dekabrın son günü bizə tutub üzünü, dekabrın son günü bizə tutub üzünü, dedi ürək sözünü. Yeni il gəldi necə bar ilə, yeni il gəldi, yeni il gəldi necə bar ilə, yeni il gəldi. Bəzənmişdi yolkalar, onların da sözü var. Bəzənmişdi yolkalar, onların da sözü var. Bilsin eller ovalar. Yeni il gəldi necə bar ilə, yeni il gəldi, yeni il gəldi necə bar ilə, yeni il gəldi. Belə, elə istəyirəm yeni il olsun. Çox sağ olun. Aksesuarımı da taxdım. Çox da yaraşdı 2 sən dəqiqə onu möhtəşəm. mən. Necə əllərin qızıl da sən görsən necə görsən sən. necə incə, Mən bəlkə yarım incə. saatda onu Yo, çıxardacaq Çox düzəldəcəyəm. gözəldir, çox bəyəndim. Çox ha, çox. Yaraşır sənə, çox yaraşır. Mənə çox yoxdur, Daha bunu da sırğa kimi də taxaram. onu hər cür, Hər hə, cür, saça da hə. vurmaq olar əslində. Bax belə. Bu Çox nə sağ ol, gözəlliydi. Uşaqlığı bağçada oxumuşdum bu Deyirəm, mən mahnını. bir 10 ildir ki səhnədəyəm də. Əslində bu il 10 illiyim deyə biləsən. Paylaşdım, göy xəbər imiş də. Yəni oradan 10 il keçdi, uçdu və bu 10 ildə ilk səhnəyə gələndən düşünürdüm bu mahnını oxumalıyam. Yeni tərzdə, fərqli cür nəsə oxumaq istəyirəm. Özünkiləşdirdin, Görünür, inanırsan. tamamilə başqa Ay, bir şey. tamam, alındı. Amma 60-cı ilin mahnısıdır Yox, gör. deyirəm, bağçada 60. oxuyurduq biz bunu. Bəli. Əzbərliydik gecə gündüz ki. Amma görün necə gözəl, yadımda qalıb bütün sözlər. Nərminlə bərabər oxuduq. Var olasan əzizim. Təşəkkür edirəm, Mən əzizim, çox təşəkkür sağ edirəm. olun. Ürəyin harda istəyir, əyləş.
Minnətdarım. Mikrofonu Sizin götürüm. Veriliş başlayanda... divanınız gözəldir, hər tərəfi gözəldir. Əzizim, deməli veriliş başlayanda bizim Udarnik ifaçımız çox sevdiyim, sənətinə dəyər verdiyim sənətkar deyirəm ona. Çünki gözəl bilir, istəyir. Bütün qarqazanı yığ ora, hamısını da ifa edəcək. Ceyhun biraz gecikmişdi. Gördüm veriliş başlayır, oturdum orada. 4 dənə taktı mən verdim. Dub. Buradaydı. Ceyhun vaxtında Koy gəlmişdi. görün bir görüşüm Ceyhundan və gözəl qızımızı orada gözlətməyim. Yeni il gəldi, Nərmin gəldi, Ceyhun gəlmədi. Xoş gəlmişsən. Necəsən əzizim? Var olasan. İndi mənə danış görüm, haradaydın? İlk öncə salamlayıram. Gecikmişdin, yenə tıxac Yox, bilirəm. gecikməmişdim. Namazdaydım. Ay, namaz qılırdın, Allah qəbul Allah etsin. kömək Çox olsun, ona xoş görə oldu. biraz gecik. Heç ona gecikmək demək olmaz. Allah sizə Vacib razı olsun. əməllərdən biri. Salamlayıram hamını. Verilişiniz uğurlu olsun, yeni il şərli olsun. Var olasan. Hamını da salamlayıram. Asobu da sizə salamlayıram. Asobu yox, İyunlar. məxsusi. Çox xahiş edirəm, rus sözləri istifadə etməyin. Məxsusi. Bizi onur gediblər. Çox sağ ol Sağ ol, Ceyhun. öpürəm, Mən buradan hamınıza var Qətibə anamı da, bax analardan danışdıq. Bax gözəl Qətibə anamızı da buradan salamlayıram. Şamaxıdadırmı? Hə, olsun. Bütün Qobunu buradan salamlayıram. Qobustanı. Qobustan. Hə, nə olar ki? Qaradağ. Qaradağ, Qobu, Qobustan. Ələt. Ələt, bütün hər dəfə rayonlara gedəndə o istiqamətdən gedirik. Çox sağ ol. Var olasan. Gözəl bir xanım gəlir bura, amma öz mahnısı ilə gələcək. Yəni birbaşa giriş edir. Xanım Rəhimovadır. Zəminənin ümumiyyətlə bir tərzi var. Sevirəm o xanımı. Bir verilişə hazırlığını. Bax Nərmin də o cürdür. Var müğənni ki, deyirəm, görəsin indi necə gələcək, nə geyinəcək, necə olacaq? O müğənnilərdən məsəl üçün çox az saydadır da. Bax, məsəl üçün Röya xanımdır, Aygün xanımdır, Elza xanımdır, sən varsan burada Nərmin və əlbəttə ki, Zəminə də istisna deyil. Həmişə qeyri-adiliyi ilə seçilir, elə ona qeyri-adi bir xanım deyə müraciət edirəm. Zəminə, xoş gəlir, Xəzər axşamında gəlsin. Gözlü badam o dedi yok Mene gözün qadın o dedi yok Qara gözlü badam o dedi yok Mene gözün qadın o dedi yok Dedim ay kız dayan dedi olsun heyan senden yar olmaz mənə Dedim ay kız dayan dedi olsun heyan senden yar olmaz mənə Düz dolan düz otur ay kişi yaşatır deyəsən yetmişi Bir dənə ağzında yox dişi bir takkasına aşık var mı adam Düz dolan düz otur ay kişi yaşatır deyəsən yetmişi Bir dənə ağzında yox dişi bir takkasına aşık var mı adam Sana kurban hacı o dedi yok Hacı yar muhtacı o dedi yok Sana kurban hacı o dedi yok Hacı yar muhtacı o dedi yok Dedim ay kız dayan dedi olsun heyan senden yar olmaz mənə Dedim ay kız dayan dedi olsun heyan senden yar olmaz mənə Düz dolan düz otur ay kişi yaşatır deyəsən yetmişi Bir dənə ağzında yox dişi bir ufak kızına aşık var mı adam Düz dolan düz otur ay kişi yaşatır deyəsən yetmişi Bir dənə ağzında yox dişi bir ufak kızına aşık var mı adam
kızına aşık olar mı adam? Ay, teşekkür ederim əzizim. Nerede dansımın İlk kızları, dəfədir ki, teşekkürler. getməyin qızlar, ilk dəfədir ki, bu mahnını bu cür rəqslə, Nərmin gördüm. Çünki qızlar o sözləri, hərəkətləri ilə o qədər gözəl ifadə etdilər. Çox bəyəndim. Çox təşəkkür Və edirəm. qrupumuzun adı. Nero dansımın kızları da. Aa, Hər Nero da birinə deyir ama bu gözəl təşəkkürümü xanımın bildirirəm. siması yadımda qalmışdı. Təşəkkür edirəm əzizim sizə. Mən də təşəkkür Var edirəm olasınız. sizlərə, Və mükəmməlsiniz. Zəminə xoş Xoş gəlmişsən gördük canım əzizim gözüm. Mətanət xanım. Axşamınız xeyir olsun, bayramınız mübarək olsun. Sağ ol əzizim. Bizi izləyən dəyərli Xəzər izləyicilərini salamlayıram ki, onların da bayram mübarək olsun. Yenə Dəvətiniz geyim üçün təşəkkür edirəm. Mükəmməl Mətanət xanımdır. Yox, bu dəfə Mətanət xanımla deyil, bizim Kübra xanımımız var. İşləyirsən digər xanımlarla da. Bəli. Kübra xanıma məxsusdur bugünkü Çox, geyim çox gözəldir. və məxsusi olaraq sizin efir üçün hazırlanıb. Aa, Bilirsiniz ki, mən fərqliyi sevirəm. Mən bilirəm əzizim. Yanaşmanı sevirəm. Çünki izləyicilərimizin qarşısına daima fərqli çıxmalıyıq. Onlara Çox əsl zövqlü. incəsənət nümayəndəsi olaraq nümunə olmalıyıq. Sevirəm bu qızı. Həmişə bir fərqli yanaşması var. Ümumiyyətlə sən oxuduğun mahnılara o cür dəyər verirsən, onu geyimlərinlə uyğunlaşdırırsan. Bu çox Təşəkkür edirəm. Və böyük- məzəli mahnımızı da Bəli, biz bəli, bəli. fərqli şəkildə təqdim yeni etdin. aranjmanda təqdim etmişik. Çox qəşəng idi. İzləyicilərimə təşəkkür edirəm ki, çox bəyəniblər. Kim aranjman edib, kim Dahim Məlikə təşəkkürümü Aha. bildirirəm. Rəsim, sizlərə təşəkkür edirəm. İdeya məndə bir ildən çoxdur ki, formalaşmışdı. Bunu istəyirdin. İstəyirdim. Süni intellekt məni acığa saldı. Süni intellekt bunu bir neçə ay öncə demək olar ki, buna oxşar bir tərzdə necə desəm, təqdim olundu. Dedim ki, mən bir ildir bunu istəyirəm, amma icra etmirəm. Demək ki, tənbəllik edirəm. Düz bir həftənin içərisində biz bunu hazırladıq. Klipini də çəkdik Çox və gözəl. izləyicilərimizə yayımladıq. çox sağ ol əzizim. Mən çox sağ ol deyirəm ki, siz bizə dəyər qatırsınız. Estağfurullah. Sözün əsl mənasında hər dəfəsində yeniliklərimizi xalqımıza elə bu şəkildə Təşəkkür təqdim edirəm etməyimiz əzizim. üçün şərait yaradırsınız. Buyur əzizim, xoş gəlmisən. Deməli, birazdan bura kim gələcək? Mən deyəcəm. Hələlik 30 saniyə ara, qaydaq yenə bura. Sponsorlarımıza təşəkkürümü bildirim. Çünki sponsorlarımızdan biri Olindən hər iki xanıma gözəl hədiyyə var. Onu da bir təqdim edəcəm. Və axşamınız bir daha xeyirli olsun. Xüsusi sponsorlardan başlayaq ki, onlardan birini elə ürəklə həmişə, hamısının ürəklə, amma biri yaxın qonşumda, mənim digər studiyada. Azər Lotereya bütün komandanı salamlayıram. O komandanın içərisində bizim gözəl aparıcılarımız da var. Hamısını buradan salamlayıram. Amma bugünkü oyun, bugünkü gedişat barədə onlar sizə daha ətraflı məlumat verəcək. Yaxşı ki, Azər Lotereyamız var. Keçdim indi digər xüsusi sponsor olan, ümumiyyətlə mənim üçün çox yaxın doğma insanlardır. Başda ilə Kəmal bəyi salamlayıram. Çünki onun komandasıdır bizə bax bunu yaşadır. 25 ildə Evrolux bizimlədir. Və sabah artıq sonuncu gündür 15 yanvar tarixi. Əziz Evrolux alıcıları sevindirin özünüzü. Əziz xanımlar daha çox çünki məişət texnikasından siz istifadə edirsiniz və bu 70%-dən yararlanmağa dəyər. İnsan gərək sağlam olsun və mənim belə deyək də əlimdə bir şərbət var. Çox gözəl də təsir gücü, təsir qüvvəsi var. Terbrofen. Nədir bu terbrofen? Bilirsiniz ki, son zamanlar ümumiyyətlə soyuq dəymə, kimi dindirsən deyir öskürürəm, boğuluram. Bax, nə öskürəcəksiniz, bu şirəni istifadə etsəz, nə boğulacaqsınız. Hətta belə deyək də, o qədər gözəl qüvvəsi var, o qədər gözəl təsir edici qüvvəsi var ki, bunu böyüklər də, uşaqlar da bu şərbəti rahat şəkildə istifadə edə bilər. Ümumiyyətlə deyim də, bronxları açır, qatı o bəlğəm ki var, onu təmizləyir, nəfəs ala biləcəksiniz rahat və nəfəs almağı rahatlaşdırır. Bir sözlə, bunu içəndən sonra, hətta deyirlər ki, terbrofen, bəlğəmdən azad olun və rahat nəfəs alın. Öskürəyiniz də tam rahat şəkildə keçəcək. Keçəcək demişkən, Bakı-Sumqayıt yolundan keçəndə bir deyin ki, avtomobili saxlatdırın. Orada 7-ci kilometrlikdə bir Riyad Ticarət Mərkəzi var ki, onun nəzdində illərdir 100-dən çox mağazası ilə fəaliyyət göstərən Bizim Ev Mebel şəhəri var. Baxın, fərqli adlardadır o mağazalar və hər birində də elə fərqli mebellər. Yəni, bir mağazada o mebeldən digərisində
da görə bilməyəcəksiniz. Bax, elə rəqabətin gözəlliyi də, sağlamlığı da budur. Bizim mebel şəhəri sizin evinizi bəzəyəcək. Saçımız isə əlbəttə ki, biz o bəzəyi qulluqda görməliyik. Çünki yaxşı qulluq etməsək saçlarımıza bizə cavab verməyəcək, mənfi göstərəcək, mənfi təsir edəcək. Ollinin saç baxım məhsulları unikaldır. Bax, bunu sizə bir şey deyim. Xanımlarımıza da indi təqdim edəcəm. Amma bir şey bilin ki, kişilər üçün də kondor versiyası var. Orada da kişilərin ki, saç üçün, üz təraşı üçün hər bir şey məhsul var. Və həmişə mənə sual verirsiniz. Bir dəfəmlik deyim sizə ki, bütün kosmetik mağazalarda siz bax bu Ollinin məhsullarını ala bilərsiniz. Lodi Baby-ni də həmçinin. Lodi Baby uşaqlıqlarımıza rahatlıq verir. Tərkibi Y vitamini ilə boldur, zəngindir. Amma elə bu zənginlikdən siz valideynlər, böyüklər də zəngin ola bilərsiniz. Çünki hər dəfə martın 23-nə qədər Lodi Baby aldıqca onun QR kodunu skan edirsiniz və sizin şansınız olacaq ki, nə edəcəksiniz? Lotereya belə deyək də qazanmış olacaqsınız və orada da gözəl-gözəl bahalı hədiyyələr. Belə, biz hər şeydən danışdıq, digər sponsorlarımız haqqında da məlumat verəcəm. İndi qonaqlarımı bir daha salamlayıram. Xoş gəlib bizim Nərmin. Ölürəm də bu qız üçün. Qarşılıqlıdır. Və həqiqətən çox sevinirəm bu xanımları görəndə və səliqə səhmanı ilə, ümumiyyətlə yaradıcılığı ilə seçilən bir xanımdır bizim gözəlimiz, Zəminəmiz. Deyirəm, o atalar necə deyirdi? İnsan gərək öz kölgəsindən də qorxsun. Belə bir söz var idi, hə? Həmişə deyirdilər ki, yəni kölgəndən də qorx. İndi isə deyirlər kölgəvi tanı. İndi deyirlər kölgəvi tanı. Mən elə belə bu insanın adını çəkmirəm. Repi çox sevirəm. Rockdur, rapdir, bu mənim tərzimdir. Amma repçilərimiz də çoxdur. Amma bəziləri, bilmirəm, qısqancılıqdan mı deyim, paxıllıqdan mı deyim, bu insanı həmişə istəyiblər elə kölgədə saxlasın. Amma ona da kölgə deyərlər. Deyib, nə olar? Siz məni kölgəyə sala bilərsiniz. Amma kölgənin içindən görün mən bir günəş, bir ayın o işığını çıxara bilirəm, ya yox. Bax, sən nə fəlsəfi cümlələr oldu, ay kölgə. Xoş gəlmişsən, gəl. Xoş gəlmişsən əzizimiz. Gördük, tamaşaçılarımızı da salamlayıram, qonaqlarımızı da salamlayıram. 2 dənə gözəl xanımın ətrafına 2 nəfər. 2 nəfərin, yəni gözəl xanımın, Gözəllər gözəlidir. bəli, yanına məni layiq gördüyünüz üçün təşəkkür edirəm. 2 kresloda qalıb, orada ürəyin hansında istəyir. Başda oturaram da. Başda oturarsan. Tamam. Bəli, bəli. Həmişə başda olmağı arzu edirəm səni, birinci olmağı Təşəkkür arzu edirəm edirəm. işində, düşüncəndə. Çünki rap bir beynin məhsuludur. O hər deyəndə, belə deyək, o məhsul ərsəyə gəlmir. Onu tam oturub fikirləşmək lazımdır ki, gözəl bir məhsul çıxarasan ortalığa ki, necə ki, alim Qasımovla. Mən deyirəm ki, sənətinin alimi olan Respublikanın xalq artisti, yəni alim müəllimdən o tərəfi, nə bilim, Muhamın kölgəsi hamını kölgədə qoya bilər. Qoydu da məncə. Bəli. Bir dənə süjet var. Tamam. Süjetə baxacağıq, Baxaq. mahnını alacağıq. Yəni bu barədə danışmayaq. Tamam. Səndən bir ifa alaq, sonra o süjetdə artıq hər şeyi həm qonaqlarımız, həm tamaşaçılarımız qəşəng-qəşəng bir o informasiyanı alsın. Getdik. Getdik. Bəxtiyar Vahabzadə Kölgə İdrakda yol açmış gecədən gündüzə Allah Güldürməsən öz könlünü gülməz üzə Allah Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş Qəlbin gözü yanmazsa görünməz gözə Allah Allah bilirik cisim deyil bəs nədir Allah Ən yüksək olan haqda həqiqətdədir Allah Dondunsa təkamül və gözəllik qabağında Dərk et ki bu təəccübdə bu heyrətdədir Allah
Bildik bilirik gizlidir insandakı qüdrət. Hər kəs onu fəhm etməsə acizdir o əlbət. İnsanın əzəl borcudur insanlığa hörmət. İnsanlığa hörmətdə ləyaqətdədir Allah. Gerçəkdə budur gizlidir hər zərrədə vəhdət. Bir zərrəykən küllü qovuşmaq ulu niyyət. Gördüklərimiz zahiridir bətnə nüfuz et. Batindəki cövhərdəki fitrətdədir Allah. Fitrətdə yatır sözdə sözün öz yükü fikrim. Seçmiş seçəcək daima tükdən tükü fikrim. Mən bir ağacam yarpağı sözlər kökü fikrim. Sözlərdə deyil sözdəki hikmətdədir Allah. İnsan təpədən dırnağa sən arzu diləksən. Nəfsində doyumsuz fəqət eşqində mələksən. Zülmün üzünə haqq deyilən şilləni çəksən. Şilləndə mühürlənmiş o qeyrətdədir Allah. Cahil enər alçaqlığa öz qəddinə yenməz. Vicdandan əgər dönsə də xeyrindən o dönməz. Zülmətdə, cəhalətdə, ədavətdə görünməz. İlqarda, sədaqətdə, məhəbbətdədir Allah. İdrakda yol açmış gecədən gündüzə Allah. Güldürməsən öz könlünü gülməz üzə Allah. Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş. Qəlbin gözü yanmazsa görünməz gözə Allah. Mən təşəkkür edirəm bu sözlərə görə. Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin sözləridir. bilirəm. Bəxtiyar Vahabzadənin də, amma onu demək var. Əlbəttə, Onu çatdırmaq var. təbii ki. Bunu rep halına salıb bir şiir formasında mən bunu daha çox bəyəndim. Rep Təşəkkür formasında bir mesaj idi. Ümumiyyətlə, rep həmişə insanlara, dünyaya, cəmiyyətə, kainata olan bir mesajdır. 100%. Həmişə belədir. Bəli. Və sən məni bu sözlərindən silkələdin. Təşəkkür Mən edirəm. Mən təşəkkür çox edirəm. sevinirəm. Bəlkə də mən bunu şeir formasında oxusaydım, o qədər də dərk etməzdim. Bəs mən bu cəmaata onu başa salmaq istəyirəm ki, bu repçilərə. Azərbaycan repi budur. Yəni ki, boş-boş sözlər yazmaqla deyil. Yəni Bəxtiyar Vahabzadə kimi dahilər qala-qala, Nəsimi qala-qala, o sözləri elə bir çatdıraq, sonra çatdırarıq fikrimizi. Və muğam ifaçılarımız məsəl üçün özləri yazmır ki, qəzəlləri deyirlər də, Bəli. Əliağa Vahiddən, Füzulidən, nə bilim Nizamidən, kimlərdən. Və məsəl üçün mən niyə sevirəm Aqil müəllimi? Niyə sevirəm Aqil müəllimi? Aqil insandır. Çünki o qəzəli deyir və bir cümlə deyir, Nərmin, saxlayır, onun mənasını aşılayır. Və mən ağzıma belə ayırıb baxıram ki, görəsən bu nə mənadır? Axı mən qəzəli bilmirəm. Bəli, o başqadır. O Onu bir tam başqa dərk şeydir, etmək. dərk etmək lazımdır. Özdəki burada bax musiqi də Əyləş fon əzizim, var axı. danışacağam Həm indi. çatdırılma tərzi var, həm musiqi var. Birgə onlar vəhdət təşkil edir. Diqqətimi cəlb Ona görə etdi. o qədər təsirli və nöqtəsinə vuran bir mesaj Çox gözəl alınır. çatdırdı. Təşəkkür edirəm, amma burada bir insan da var. Yəni ki, bu mahnının yəni Ərsəyə ərsəyə gəldi, gəlməsində, yəni siz də gözəl tanıyırsınız. Miro. Cavid Cavadoğlu. Bu o birisi tərəfi. Bəli, bəli. Miro həmişə Burada- Miro ilə işləyirsiniz. Cavid Cavadoğlu yəni bunu bu cür gözəl formada çatdırıb, onun qəlbinin, ruhunun yəni Mən bir şey deyim enerjisidir ki, bu. Cavid haqqında. Möhtəşəm. Cavad müəllimi əvvəla salamlayıram. Çünki Cavidi Cavid edən Cavad müəllim oldu. O cür onu yetişdirdi və o cürdə istedadı var. Və Cavid son zamanlar çox gözəl işlər görür ha. Çox mükəmməl və çox zövqlü. Bravo Cavidə. Doğrudan da bravo, Həqiqətən. doğrudan da çox möhtəşəm bir İstedadlı yəni insanları aranjmançıdır ürəkdən və alqışlayır. doğrudan da musiqini o qədər gözəl bilir Bəli. ki, biz ona Человек orkestr deyirik. Yəni Belə deyə, Çelavek insan demək. bəli, orkestr, bəli. Öpürəm Orkestr insan. qardaşım. Hə, Təşəkkür gəl edirəm. əyləş əzizim. İnsan orkestrdə ola bilər. İnsan filarmoniyada ola bilər. İstəsə belə konservatoriyada ola bilər. İnsan olanda gözəldir. O adı daşımağı bacarmalıdır. Mən bunu istəyirəm hamıdan. Düz hamıya da şamil etmək olmaz. Həqiqətən də bəzən elə olur ki, pulu var, varı var, dövləti var, istedadı var. İnsaniyyəti yoxdur, deyirsən ki, yox, sən mənim canım, hər şey özünə qalsın. Mən onunla heç salam mələk etmək istəmirəm. Hə, indi mən rica edərdim o süjeti izləyək, çünki
Alim müəllimin fikirləri də mənim üçün çox önəmlidir və alim müəllimi niyə sevirəm? Bax, bu cür gəncləri həmişə yanında olub. Fərq etmir hansı janrda. Gördünüz, repi söyləyən, repə görə tənqid atəşinə tutulan, nə bilim, ağzınıza gələni yazdınız. Siz yazmaqla, siz deməklə deyil, əzizlərim. Onu yazanlar, onu dərk edənlər heç vaxt bu cür insanlara qarşı mənfi fikirdə ola bilməz. İnsanlar duadır. Görün, necə çatdırdı. Bəxtiyar, dahi Bəxtiyar Vahabzadənin şeirini necə gözəl təqdim etdi. Mən indi fikirləşəm ki, evə gedəndə YouTube'da var bu. Yox, bu günləri işığınızı görüb mütləq qoyacağım. Mən çünki dinləmək istəyirəm. Bəli, Cavid bunu bu dəqiqə bitirdi, bu dəqiqə göndərdi və biz YouTube'a yerləşdirəcəyik. Nə gözəl, inşallah, onu da dinləyərəm. Xüsusi təqdimat oldu verilişdə. Ay, nə xoş mənə, nə xoş mənə, bravo. Və izləyək həmin süjeti. İşinizə kölgə salmaq istəyənlərə kölgə ilə cavab verdiniz. Allah razı olsun. Doğrudan da bu elə bu işin yaradılmasında doğrudan da kölgəni götürdü üzərinə bu dedikodunu. Yüzlükcən, bilərəkdən heç eləməmişəm. Belə təbii gəlib, daha doğrusu. Təblə zarafat edirəm, təblə danışıram, təblə də oxuyuram. İndi burada kim nə nöqsan görür, o ixtiyarı var görməyə, deməyə. O da sevgidən irəli gəlir, mənə gəlir. Bunu da dedik, kölgələndirdik. İndi inşallah görək bu kölgədə insanlar necə danışacaqlar. Xoş gördük sizi əzizlərim, rep dedim, repdə də var əlizlərim. Vətənimin hər qarşına heyranam, xurram yaşayan azad insanam. Alim müəllimin bayaq dediyim kimi də, yəni zərifatı belə bir əsərə çevrilir. Mən onu gördüm, yəni rep camiası üçün böyük bir uğurdur ki, Alim müəllim kimin sənətkar yəni rep ifa elədi və mən bu şansı qaçırmaq istəmədim. Belə ki birik, həmişə birlik olsun, hər yerdə obada şənlik olsun. Yurdumun alovu hər yerdə alışır, bizə şərəfli qalibiyyət yaraşır. Üzrünə qalanda repin ritmi tutmaq hələ mənlik deyil. Onu mənə Cavid, Kölgə Örgəzə oxutdular onu. Çünki onun ritmi ayrı bir şeydir. Meyxana ritmi deyil o. Orada ayrı bir ritimdir. Alim müəllim, bu nə tərsdir, bu nə fərqli musiqidir, bu nə həzdir. Yaşadırsız bizə bu tarixdə, bu rep qalacaq həmişə tarixdə. Belə bir söz işlətirsiniz ki, repin əmanətçisiyəm. Bəli, varisiyəm. Repin, yəni Hüseyn Dəryadan, Anar Nağılbazdan doğulan Azərbaycan repin növbəti varisi mənəm. Anar Nağılbaz öz sağlığında hətta bunu vurğuluyurdu hər yerdə. Paxıllıqlar tutsa da repçilərin, yəni Anar Nağılbaz məni görürdü repin varisi kimi və dünyasını dəyişsə də bugün mən onun sənətini davam elətdirirəm və yəni əlimdə gördüyünüz bu üzük Hüseyn Dəryanın üzüyüdür. Ölkədə rep ifaçıları çoxdur, amma onlar parodiyadır sanki, yəni Amerika musiqisinin canlandırırlar, amma bizim oxuduğumuz bu rep sırf Azərbaycan repidir, az repdir bu. Bu zaman həmişə gözəl sənətkar, kim edə bilər axı bu sənəti inkar? Yalnız düşünənlər anlayacaq, onsuz qanmazlar, qanmayacaq. Bilib, təxmin belə özümdə fantaziya eləmişik, Allah qoysa. Necə bir şey düşünmüsünüz Alim? Belə bir dəfə studiyaya motosikletlə gəldirib, dedim, rep klip hazırdır da, mən də motosikletdə, sən də motosikletdə qara meşin geyinirik. Mən də uşaqda sürmüşəm, amma indi görmüş sürə bilsəm, mən də bir şartım sürərəm və bir çəkərim inşallah. Kəndim obam, yurdum yaylağım, təki dalğalan xanlı bayrağım. Ürəyimizə asın hər bir insan, sənə canım fəda Azərbaycan. İki məşhur qavalınız var idi, birini itirmişdiniz. Tapmadınız onu. Biz səhər mən yemək yedik və mən uşaqdan tez çıxdım, sumkamı, dəfimi qoydum otelin qabağına. Orada gəzişdim, gələn çəkici ki, uşaqlar da yığışsınlar. Gördüm, yığışdılar, uşaqlar da götürdülər, sumkamı qoydular, gəldik, başqa şəhərə düşdük. Düşəndə pulum, vayeni biletim, nə bilim, neyim, yaxşıdır pasportu dövdü. 2 dənə gözəl dəfim çıxmadı orada. Allahu Əkbər, məhv oldum. Sonra getdilər, haransa ərəb dükanına bir balaca belə
ərəb dəfi tapdılar. O ilə konsert yolu verdik. Mən demək 2 dənə dəfim bitib, bir dənə də gözəl papağım itib. Çünki papağımı da qoyublar günə verməyə, külək olub atıb balkondan aşağı. Gəldim evi dağıtdım, tökdüm, oxşumda dava dalaş. Papaq tapılmıyor. İndi o papağa da yaxşı qiymət qoymuşam da 100-dən 150-dən. Öyle papaq da heç kim onu qoymaz məndən başqa. Ona görə 100-150 verəcəm o papağa kim versin. Bəs dəfləri Dəflər yağın ki gəlməz. Çünki mənə gəl ki onlar harası gedib. Gəlsə dəfləri də bir hərəsə bir 1000 demək olar. Muğamın şahidi yəni ki, Repin də şahı. repin də şahidi. Alməm 2 şah bir arada O da Qasımovlar. O da Qasımov. Qasımovlar və şahlar. Qasımovlar və Şahlar konsertinə başlayır o. Bugün var sabah yok həmişə xoşbəxt olasın. Bugün var sabah yok həmişə xoşbəxt olasın. Arzum budur həmişə bu qəlbində qalasın. Mən sizin qəlbinizdə, siz qəlbimdə qalasın. Hoş gördük sizi əzizlərim. Rep dedim, repdə də var əlizlərim. Vətənimin hər qarşına heyranam. Xurram yaşayan azad insanam. Necə ki birik, həmişə birlik olsun. Hər ildə obada şənlik olsun. Yurdumun alovu hər yerdə alışır. Bizə şərəfli qalibiyyət yaraşır. Kəndim, obam, yurdum, yaylağım. Təki dalğalan xanlı bayrağım. Ürəyimizə asın hər bir insan. Sənə canım fəda Azərbaycan. Bugün var sabah yok həmişə xoşbəxt olasın. Bugün var sabah yok həmişə xoşbəxt olasın. Arzum budur həmişə bu qəlbimdə qalasın. Mən sizin qəlbinizdə, siz qəlbimdə qalasın. Alim məllim bu nə tərsdir, bu nə fərqli musiqidir, bu nə həzdir. Yaşadırsız bizə bu tarixdə, bu rap qalacaq həmişə tarixdə. Ruhu cavan həmişə gözəl sənətkar, kim edə bilər axı bu sənəti inkar. Yalnız düşünənlər anlayacaq, onsuz qanmazlar, qanmayacaq. Flow-da, ritmdə yerindədir, sənətiniz dərindən də dərindədir. Rapin məqamında gətirib şansı, bu da Qasımovların performansı. Bugün var sabah yok. Ay bana həmişə xurram. Bugün var sabah yok həmişə xoşbəxt olasın. Bugün var sabah yok həmişə xoşbəxt olasın. Arzum budur həmişə bu qəlbimdə qalasın. Mən sizin qəlbinizdə, siz qəlbimdə qalasın. Sənət göstərsin hər bir dahi, rapdə oxudu muğamımızın şahı. Rəfrəm bulan bütün ölkədə sizi qalmayasın çal yana. Mükəmməl bir iş. Mən buradan Qasımovlar ailəsini təbrik edirəm. Alim müəllimi, Fərqanə xanımı, Respublikanın əməkdar artisti. Çünki sabah yox, ertəsi gün, yəni yanvar ayının 16-sı Alim müəllimin gözəl nəvəsi və Fərqanə xanımın evladı bizim gözümüzün qarşısında belə deyək də böyüyən bir qız. Sevirəm Mövlanə səni. Təbrik edirəm bir daha. Toyda da təbrik edəcəm. Toyudur, qız toyudur Mövlanənin. Təbrik edirik. Odur ki, Təbriklər, Qasımovlar qoşulur. ailəsini indidən təbrik edirəm. Gözünüz aydın olsun və sənin gözün aydın olsun. Çox sağ Bütün olun. belə həmkarlarımızın gözü aydın olsun. Qərbdən gələn bir janrı
özümüzünkiləşdirmək bu mükəmməllikdir və süjet gedə-gedə bizim Udarnik ifaçımız Ceyhun deyir ki, amandır deyir, Allahım deyir. Alim müəllimdə hansısa bir qüsuru tutmaq böyük bir günahdır. Həqiqətən, insan işinin alimidir, peşəkarıdır və təbrik edirəm. Bax, indi buradan elə, ümumiyyətlə, belə layihələri mən çox sevirəm. Burada böyük bir iş var, səbir var, burada yəni komanda var və komanda ilə çalışan, işləyən qızlar, xanımlar buradadır və hər dəfə yenilik etməyi bacaran. Nə etmək istəyir bizim, bax, Nərmin? İndi Zəminəyə də o sualı verəcəm ki, yəni düşünürsən ki, bunu hələ heç kim etməyib. Mən bir aparıcı olaraq, beynimdə çox şeylər var ki, bir aparıcı olaraq, bunu heç bir aparıcı etməyib ki, mən onu reallaşdırmaq istəyirəm və hamı deyəcək, wow, bax, belə bir şey. İndi bax, nə edək ki, bax, nə fikirləşir bizim Nərmin, nə etmək istəyirsən? Əslində planlarım həmişə var, həmişə də böyükdür. Bəzən pauza götürürəm, çünki düşünmək lazımdır və... Antrakt elan edirsən. Bəli, antrakt elan edirəm. Bəzən doğrudan da yaradıcı insana antrakt müntəzəmdir. Lazımdır. Çünki əks halda bütün enerjin, bütün istəklərin puç olur. Və ona görə də onu mütəmadi səhnələr alırıq, yoruluruq. Bəzən biz artıq çox şeydən uzaqlaşmaq istəyirik. Amma məhz o anlarda mütləq ki, o fasilələr lazımdır, antraktlar lazımdır. O ki, qaldı planlara, mən özümü, o planın konkret bir dövrü yoxdur, bir zamanı yoxdur, deyim ki, 3 ildən sonra, 5 ildən sonra. Onu bilə bilmərəm, çünki hər şey Allahın əlindədir. Amma mən özümü, bizim musiqini və bizim yaradıcılığı dünyaya təqdim etdiyimi görürəm. Ən yüksək səviyyədə görürəm. Ən böyük zalı gözümün qabağında, dünyada ən böyük zalı gözümün qabağında artıq 3 ilə yaxındır ki, canlandırıram və anlayıram ki, o olacaq. Sadəcə o vaxt olacaq. Necə olacaq? Mən hələ o yola indi anlayıram ki, indi qədəm atıram. Bax, 10 ildir ki, mən səhnədəyəm, 2026-cı ildir ki, mənim 16-cı ildən səhnə fəaliyyətim başlayıb Azərbaycanda. Və 10 ildir bu il ki, mən səhnədəyəm. Mən indi anlayıram, ilk öncə hər 10 ildən bir zövqlər dəyişir. Artıq mən peşəmə başqa bir şey, hələ bir ki, qoşmalıyam. Biraz mənim istiqamətim ruhsal işlərə gedir. Mən biraz musiqiyə əlavə edirəm. Sırf musiqi ilə məşğul olmayacam. Artıq bu yola gəlirəm. Nə gözəl, nə və maraqlı. ola bilsin ki, bu yol məni gətirəcək digər yerlərə, zaman onu göstərər. İnşallah. Baxın, klassik səsi var Zəminənin. Çünki vokal, əslində vokalistdir, bir vokalçıdır bizim qızımız. Çünki qəşəng operalar oxuyur, ariyalar oxuyur, xalq mahnısı oxuyur, estrada oxuyur. Hələ biraz desəm, biraz da tərpətsək, kölgənin yanında bir tələbə kimi rep də deyir. Niyə də yox, niyə də yox. Nə etmək istəyirsən? Çünki bilirəm ki, rəngarəng bir xanımsan, daxili bir zənginliyin var. Xanım, çox var olasınız. İlk növbədə onu deyim ki, yaşımın elə bir devrindəyəm ki, gecə yatanda da, sabahı açanda da yeni bir planla açıram. Yeni bir məqsədlə açıram. Gözəl. Və özümü çox-çox parlaq, zəngin, əsl nümunə olan bir ifaçı olaraq görürəm ki, gələcəyə də bunu daşıyım. Bu istiqamətdə irəliyim. Bravo. Və mən istəyirəm ki, həm geyimimdə milli dəyərləri qoruyum. Həm işlərimdə əsl Azərbaycan musiqisinə yer ayırım. Və ilk növbədə də düzgün şəkildə insanlara bunu çatdırmaq lazımdır. Düzgün aranjman, gözəl işlər. Və mən düşünürəm ki, mən bu hal-hazırda işimdə demək olar ki, ən gənc nümayəndələrdənəm. Və mən baxıram, mənim yaşda işinə barmaq sayı qədər bu qədər ciddi yanaşan ifaçılar var. Yəni, heç kim məndən inciməsin. İnciməz. Çünki sənət tam da maddiyyat üçün formalaşmış. Bax, onu Röya həmişə deyirdi. Əvvəl sənəti edin, maddiyyat sonra gələcək. Həmişə deyir, bəli. Mən inanırım ki, ola bilər ki, mən bugün küllü miqdarda maddi cəhətdən pul qazanmıram. Amma bir 10 il sonra mən bugün qazanmadığımı, qazanacağımı inanıram. İnşallah. Çünki bunu insanlar dəyərləndirəcək, bu qədər əmək, bu qədər zəhmət heç bir halda yerdə qala bilməz. Və insan özünə əmin olmalıdır. Bax, 3 insan burada əyləşib, özünə əminliklə fikirlərini belə deyək də ifadə edir. Və mən də əminliklə deyirəm ki, bu dəqiqə 100% reklam daha bizdə, reklam.
Mən buradayım, axşamınız xeyirli olsun. Veriliş başlayanda dedim ki, İsveçrədən, sən demə yox, İsveçrə deyil, bu İsveçdən gözəl bir xanım mənə mesaj yazıb, hələ diqqətlə qulaq asın, oxuyuram. Adı Şəhla xanımdır, buradan İsveçə də bir qəşək bir salam göndərim. Yazır, salam, çox əziz və çox səmimi xanım Mətanət xanım, məni deyir, məni. Necəsiz? Biz yaxşıyıq, gözəl Şəhla xanım. Yazır ki, hər gün sizin verilişinizə baxırıq və çatdırıram ki, dirişdən gələn kimi elə tez açım, televizorun qarşısında əyləşim. Həqiqətən də veriliş boyu dincəlirik. Bəli, bunun üçün çox sağ olun. Allah sizdən razı olsun. Və bir dəfə də deyir, çox istərdim ki, həyatda bir dəfə sizi görüm və qucaqlayım. Nə xoş mənə. Gəlin elə belə, ekran qarşısında mən sizi belə qucaqlayım, Şəhla xanım və bir şey də yazıb, deyir ki, həyat yoldaşım, deyir, axşam saat 11-də İsveç vaxtı ilə, bizdə gecə artıq 2 olur. O radələrdə deyir, işdən gəlir və evə gələn kimi deyir ki, nə olar, YouTube'da qoy baxım deyir, Xəzər axşamına ki, bir ruhum dincəlsin. Nə xoş bizə, nə xoş bizim komandamızın adına və nə xoş öz adıma ki, belə verilişə baxırsınız və dincəlirsiniz. Əslində o dincəlmək məsələsinə qonaqlar da deyir ki, biz Xəzər axşamına gələndə dincəlirik. Dincəlirsinizmi? Bəli. Deyir, adam bu qışın soyuğunda harada dincələr? Xəzər axşamında harada dincələcəksiniz ki? Xəzərin sahilində. Lazım idi sizə. Mənə lazım idi. Batinə Mətan sənə lazım idi bu. Gərək Xəzərin sahilində, Xəzərin axşamında kimi ifa edək və bir jingle kimi veriliş Nə olsun. gözəl, Ya, nə keçid ola gözəl. bilər. Mən xahiş edirəm, mənim libasımı bir dənə göz, ağa, aşağıda. Oradan yox. Broşumu istəyirəm. Nə gözəllikdir bu, nə gözəllik. Sənə yaraşdı, sən gözəl Təşəkkür taxtın edirəm onu, Nərminə və libas elə yeri gəlmişkən LS Butikdir. Mən təşəkkür edirəm əziz xanımlara. İnandırım ki, mənim tərzimi tapmaq çox çətindir. Hətta bizim geyim, belə deyək də, stilist qızlarımız var ki, gedirlər, gəlirlər ki, sənlik heç nə tapmadıq, onda da belə dilxor oluram da. Amma çox xoş oldu mənə LS Butikdən, Neftçilərdə yerləşir və çox sağ olun əzizlərim. Belə rahatdır. Mətən xanım, mənim anam sizin geyimlərinizi çox bəyənir. Aa. Hardasa bir neçə gün öncə bordo bir geyim geyinmişdiniz. Bardo, bəli. Anam belə deyir, Mətən xanımdan soruş gör hardan alıb, mənə də aldı. Çox bəyənmişdi Mən onu. fərqli mağazalardan geyinirəm. Ona görə də çox xahiş edirəm. Mamanın adı nədir? Ayna. Ayda. Ayna. Ayna. Nə gözəl adınız var. Ayna xanım, siz Xəzər axşamını hər gün izləyin. Mən görürsünüz buradayım, bir də görürsünüz oradayım. Və elə özün də o qədər fərqli olursan ki, gözəlliklərindən. Bu nədir? Bu nədir? Hə? Olur, o nəsində bilir. Bax, bu nədir? Bu nə bığdır? Heç də öyle. Böyle küçük yeri bilmir. Bizim vaxtımızda böyle de öldü. Heç də öyle. Böyle küçük yeri bilmir. Bizim vaxtımızda böyle de öldü. Aha. Deməli, bir özümü müasir qız obrazında, bir də belə kişi obrazında. Yenə deyirəm də, gecə yatıram, səhər başıma bir şey düşür. Aha, maraqlıdır. Atama dedim, babama dedim ki, belə köhnə də o əvvəlki geyindiyiniz geyimlərdən nə var mənə? Atam dedi, yenə nə fikirləşmisən? Dedim, mənə əsas onu tapıb gətirə bilərsən. Tapıb gətirdi, sağ olsun. Bacımla belə aynı moment, beləçinə bir kişi obrazı etdim. Qarın da qoydu. Qadın. İndi onu belə yan-yana montajlamışıq. Aha. Mahnımızı elənçiyinə kişi və qadın olaraq dialoq kimi çəkmişəm. İnşallah ki, 1-2 günə paylaşacağam. Kişi səsi ilə danışa bilirsən. Bu cür incə qız. Bax, bu cür incə səsli qız. Məndən uşaq səsi də çıxır. Necə desəm, multfilm səsi də çıxır. Çizgi filmi. Bəli, Sən bəli. məmcam, bir dənə elə mikrofonda bir dənə kişi səsi ilə qorxaq qaçaq heç nə. Evin kişisi, sakit olun evin, deyir o, sakit ol evin kişisi danışır. Aha, diqqət. Aha. Hə. Axşamınız xeyir olsun. Necəsiz? Amma o cürdə kişi səsi çıxmır məndə. Amma qəşəng yumor, uşaq səsi qəşəng çıxır məndə. Bunun səsini açmadıq ki biz. Məsələn, cizgi filmlərin səsi də Bir saniyə, indi onları da edəcəksən. 1, 2, 3, gəlir. Aha, indi Kişi məndə uğurlu alınmır.
Ünvanınız nə? Onu elə. Salam, hər vaxtınız xeyir olsun. Mən Zəminəyəm. Daha da şirin evdə danışmağı çox sevirəm. Atam da intellektdə belə səslər edirlər. Atam da mənə deyir ki, belə danışma, ağlında qalacaq. Deyirəm ki, mən çox sevirəm. Mən çox sevirəm. Ağlında qalacaq. Əslində elədir, uşaqlarla necə danışırıqsa, ona görə də mən deyirəm ki, körpələrlə də titi belə danışmayın. Normal danışın ki, onlar da sizə normal cavab versin. Sığlar, cılar elə körpəlikdən başlayır. Məncə, bax belə, düzdürmü? Düzdür. Həqiqətən, bax indi zarafatdan reallığa keçirik. Bəzən valideynlər belə çiçi-piti yedi, baba şu çiçi-puçi, niyə çiçi-puçi elirsən? Elə normal danış, o uşaq da qulağında normal sözlər eşitsin. Sonra düşürük dil ədəbiyyat müəllimlərinin üzərinə ki, niyə bu Əlifbamızda uşaqlar olmayan hərfləri yəni istifadə Bəli, eləməklə olmaz. düzgün deyil təbii. Mən evdə sevirəm. Çünki o qədər bütün günü işə, necə desəm, vaxt ayırırıq ki, ancaq bir də görürsünüz ciddi ortamda oluruq və yaxud da atam işdə olur, anam bütün günü evdar, xanım da evdə olur. Bir şirinlik qatmaq üçün, belə könüllərini xoş etmək üçün mən daima belə ya uşaq kimi danışıram, ya belə şirin danışıram. Onların da belə üzündə bir təbəssümə səbəb olur. Amma yox, danışıqda səsin normal. Diksiyanda elə bir şey etmədin. Yox, diksiyamda Sırf səsin, yoxdur. bəli. Sevdiyim insanlarla sevirəm ki, belə danışım o tərzdəki, onlara bir xoş təəssürat bağışlayayım. Yəni, bu öz aramızdadır. Yəni, mən də tərəfdaşı deyiləm ki, uşaqlarla elə danışmaq. Çünki bəzən uşaqlar dil açanda elə ona necə ötürülürsə, elə də O danışırlar. uşaq, yazıq uşaq nə işidir? Bəli, düzgün Kaksıncı, danışmalılar. takıpıncı. Hə, bizim, mən həmişə Nərmin üçün deyirəm ki, biri var dinamik, mən deyirəm, yox, qız dinamitdir. Partlayışdır. Baxın. Baxın. Bu mahnıları özün seçmişsən, hə? Orada səslənir, oynamaq üçün, rəqs edirsən. Demək olar ki, bəli. Aha. İndi sənə, gəl bura. Ay Allah, yoxdur, başladılar. Gəlin. Bizim əməkdaşlar seçib, inandırım ki, heç xəbərim də yoxdur musiqidən. Görər ritmə düşə bilir, düşər. Ver mikrofonu mənə əzizim. Görək ona uyğun nə rəqs edəcək bizim gözəl Nərminimiz. Gəlsin mahnımız. Nərmin, bravo! Ay Allahım, Latin Amerika, nə bilim Braziliya, hər şeyi qatdı. Nə bilim mambo, mango, cha-cha-cha, hər şey var idi bu musiqidə. Samba, hamısı oradaydı. Sambo, Rembo. Rembo hardan yadıma düşdü. Bax, elə bu gözəl rəqsinə görə təzə rəqs icad etdim. Rembo, yox bir.
Ollindən sənə hədiyyə Möhtəşəm. saç baxım məhsullardır. Görüm nə İstifadə deyirlər. edirəm özdən. Ay, nə gözəl. Bəli, bu brendi çox Maskası sevirəm. gözəldir. Çox təşəkkür edirəm. Tək maska deyil, mən Yox, yox, Oo, nə gözəl. hamısı var. Hamısı da Maskasını lazımdır. Daha çox sevirəm. Bir dənəsi var bunlarda məndə evdə. Hə, görsən ki, Çox aspreyi təşəkkür, bəli. 15-i birindədir bu yəqin Bəli, ki. bəli. O əlbəttə ki, Ay, nə qoruyucudur. gözəl, hə. Çox təşəkkür Deməli, edirəm. bu da bizim gözəlimiz üçündür. Çox sağ olsun Olin. Minnətdaram, Mən çox sağ təşəkkür olun. edirəm. Eyni, yəni saç baxım məhsullarıdır. Çox qəşəngdir, gözəl saçların üçün. Buyur əzizim, təşəkkür edirəm. Sən varım oturum ya. Buyur əzizim, Hələ bilmə, amma bravo oxuyacam sənə. Çox sağ ol. Çox qəşəng oynayır. Möhtəşəm, doğru. Çox gözəl. Sanki heç mənim xəbərim yox idi ki, belə bir ritmli Siz rəqslə məşğul mahnı olur. olmusunuz? Yox, heç vaxt. Heç vaxt rəqs, sən gözəl rəqs müəllimi olarsan. Burada hamı bəda edən danışır, bəda Çox edən rəqs edir. qəşəngdir. O, həvəsim gəldi, rəqs etmək istədim Nərmindən sonra. Mən Bravo. elə bir ki 2 yaşımdan dayanmadan rəqs eləmişəm. Aa! Elə biraz dayandırmışam. Yəni mən dayanmadan evdə rəqs eləyirdim, hər yerdə rəqs edirdim. Qardaşım deyir ki, biz belə qalırdıq sənə, mat qalırdıq ki, nə qədər olardı? Yəni stop elə də, yəni Ay nə gözəl. babam deyir belə baxırdı ki, uşaq yenə rəqs eləyir. Qızın özünü oxşayırmı? Heç olmasa biri 10%, 15%. Yox, əlbəttə ki, Hə. 10-15%-dən artıq oxşayır. Nə gözəl. Sadəcə o daha qapalıdır. Mən kimi bilmirəm, biraz bəlkə elə yaşdadır ki, tam göstərə bilmir. Mən heç kimi görmürdüm də ətrafda. Mən elə rəqs edir, indi də eləyəm də. Mən üçün fərqi Mənim yoxdur. kimidir də düşdü. Bəli. Mənim üçün fərq etmir. Rəqs O daha gəldi çox oynamaq. idmana meyillidir. İdmanda çox gözəl nəticələri var. Ay nə gözəl, hansı Bəli. idman növüdür? Yəni nə ilə məşğul olursa, çox gözəl Onun nəticələr. nəticələrini alır. Bəli, Əla. tekvando ilə məşğul oldu bir müddət. Oo, bravo. 2 ilə yaxın çox gözəl nəticələri oldu. Oo. İndi müvəqqəti buraxıb, yəni özünü axtarırdı. Neçə yaşı var özünü axtaran? 12. Tam razıyam. O dövrdə elə oğlanlar da, qızlar da bir fərqli olur, özdə müasir zəmanəmiz. Ümumiyyətlə, müasir zəmanə deyəndə repin nə müasirliyi, nə ortası, nə əvvəli, nə keçmişi. Ümumiyyətlə, rep elə bir janrdır ki, yəni bildiyimiz illər o tərəfə, yenə dediyim kimi, Qərbdən, Amerikadan gələn bir janr. Amma nə qədər gözəl, necə ki, cazı özümüzünkiləşdirdik, o cürdə repi. Bu bizim istedadımızdır. Və süjetdə o müsahibəndə iki gözəl, Allah rəhmət eləsin, repçimizin adı çəkildi. Hansı ki, repi bizə sevdirən Anar Nağılbaz, buradan ailəsini salamlayıram. Və əlbəttə ki, Hüseyin Dərya. Üzüyünü də keçən dəfə bu barədə bizə açıqlama vermişdin, ona ehtiyac yoxdur. Orada amma sənə sanki repi varis qoyub getdilər. Belə bir ifadə işlətməyin digər repçilərə nə cür təsir edəcək? Ümumiyyətlə Azərbaycan repində çox belə paxıllıq var, çox aşırı dərəcədə paxıllıq var. Harda paxıllıq yoxdur ki? Valla mən indi rep camiasındayım, repə cavab verirəm. Çox paxıllıq var, bir-birini dəstəkləmirlər. Əslində illər əvvəl mən bir irəli sürdüm belə bir fikir ki, bir nəfər aramızdan seçək, yəni hamı bütün fikrini, amalını bir yerə qoysun ki, o insanı ucaldaq, yəni qlobala çıxardaq, dünya tanısın. Sən neçənci əsrdə yaşayırsan sən o fikirdən irəli sürmüsən? Kim razılaşar? Əslində razıydılar, biz çalışırdıq da, hətta repçilərdən birini də istəyirdik elə formada təqdim eləyək. Kimi? Deməyəcəm adını, o da paxıllardan birinə çevrilib. O sən çevrilib. deyilsən amma, hə? Yox, mən deyiləm. Paxıllardan birinə çevrilib. Mən onda uşaq idim, 16 yaşım var idi. Amma yenə də Anar Nağılbazın, Hüseyin Dəryanın ətrafındaydım. Yəni ustadlarımızla bir yerdə, yəni biz dostuyduq əslində, amma təbii ki, onları görmüşük, onlar doğrudan da ustaddılar, mənim üçün də ustaddılar. Yəni mən paxıl deyiləm, mən deyərəm bunu. Və mən doğrudan da niyə varis sözünü istifadə eləyirəm və o söz mənə bir məsuliyyət gətirir ki, mən belə gözəl proyektlər işləyirəm. O, yəni Anar Nağılbazın mənə, əslində bu belə olub, buradan açıqlama eləyək. Qara Mehdi deyilən bir reper var idi. Anar Nağılbaz ona həvalə eləmişdi illər öncə, bəlkə 20 il bundan əvvəl. O doğrultmadı? Yox, Qara Mehdi sadəcə bu sənəti davam elətdirmədi. Bəli, doğrultmadı, belədir. Müəyyən səbəblərdən, bəli. Amma ki, öz aramızda oturanda həmişə Anar deyirdi ki, kölgə bir gün edəcəksənsə, varissənsən, səni görürəm. Və illərdir mən düşünürdüm ki, bir gün olacaq və o bu günlərə təsadüf eləyir. Yəni kölgə özünü reper, belə deyək də, repin atası saya bilər?
Xalq əslində saymalıdır məni repin atası. Mən öz başına deyiləm təbii ki, özümdən belə qərar verim. İndi mənim gördüyüm işlər əgər repin atası olmağa yəni rəvac yaradacaqsa, yəni belə bir şey olacaqsa, nə gözəl, nə xoş mənə. Nə xoş mənə. Amma sən yenə də öz işində davam et. Səni sevən səni sevəcək. Digərini sevən digərini sevəcək. Belə. Sevmək demişkən, mən də sponsorlarımızı sevirəm. Çünki bizimlə əməkdaşlıq edir. İki sponsorumuz qalıb ki, onları təqdim etməmişdim. Amma sevə-sevə mən İDədən danışacağım. İynə qızım, iynə, İdə ətri gəlir. Bütün parfüm bizim ətirlərimiz. Mən çox sevirəm İdə parfümü. Çox maraqlıdır ki, bütün yaş kateqoriyalarına, böyüyə, kiçiyə, kişiyə, qadına, uşağa, idmançılarımıza belə xüsusi belə ətirləri var. Bax, bir də onların o hədiyələri ki olur, belə xonçalıq, nişan üçün, ad günü üçün. Bir yetər zəng etməyiniz. Bax, orada monitorda görürsünüz, onlayn sifariş də verə bilərsiniz. Sevindirin bir-birinizi. Ətir bir-birinə bağışlayanda o çox gözəl bir şey daha. Çox insanın içi, ruhu belə deyək də çiçəklənir, ətirlənir. Təşəkkür edirəm. Hə, su da vacibdir. İçdiyimiz, yediyimiz qida bu çox önəmlidir. Və limonadlardan mən çox sevirəm. İndi birazdan bir tərxum. Reklama çıxan kimi tərxumu süzürəm də. Bax, ondan içirəm. Çox sevirəm. Siz də sevin. Bilirəm ki, sevirsiniz. Hətta onun o gözəl sularından da dadırsınız. Ulduz 2121 qaynar xəttimizdir. Yəni, siz əlaqə saxlaya bilərsiniz və slavyanka.az. Bu da sizin üçün onlayn sifariş. Zaten geyimimi də dedim. Təşəkkür edirəm hamıya. Maraqlı söhbət gedir ha. Maraqlı söhbət gedir. Mən belə baxıram, görürəm ki, Nərminlə kölgə danışır. Nədən danışır? İki dolça, yaradıcılıqdan danışır təbii ki. İki dolça nədən danışır? Bax, siz dolçasınız. Bəli. Siz Əminə xanım. Mən Oxatan bürcüyəm. Biraz kənar əyləş onlardan. Gözəl İki bürcüdür. dolça Niyə ki? Oxatan. Mən əyləşə bilərəm ortada, çünki balıq bürcüyəm. Dolça, balıq, bu bir-birinə uyğun. Bəzən deyirlər ki, əşi boş şeydir bürcülər. Vallahi yox. Mən bürcülər yox, inanmırsan. İnanıram. Mən də 100% inanıram. Bəhmən, sən hansı bürcdənsən? Uuu! Ən təhlükəli bürc. Ən təhlükəli. Sən nə? Biz dedik təhlükəli, bu deyil apaslı. Təhlükəli. Rus dilli olub mənim üçün. Hələ öz dilində bir danış görək. Öz dilində danış. Görsən ki, biz tədricən indi o tərzdə böyümüşük də Sovet dövründə və Rus sözlərini arada işlədirik və tez də dəyişirik. Lazımdır öz dilimizdə hər şeyi təbliğ edək. Məncə Rus Sovetin təsiri deyil. Son illər ümumiyyətcə Rus dili bilməyən insanlar Rus sözlərini başlayıb Rus sözləri işlətməyə. Bəli, çox böyük sayda dilimizə tətbiq etmək, yəni daxil etmək və istifadə etmək. Hər yerdə yəni Rus kəlmələri eşidə bilirsən və mənə özümə qəribə gəlir. Məsələn, mən deyək ki, 3 dili mükəmməl bilən insanam və mən çalışıram, düzdür, yenə də səhvlərim var, əlbəttə, canlı İngiliz dili, Rus dili, Azərbaycan dili. Əsas bildikləri dillər bunlardır, başqalarından biraz bilirəm. Sözüm nədədir? Mən çalışıram, onları təmiz danışım, yəni sözləri qarışdırmam. Amma ünsiyyətdə olduğum insanlar o qədər qarışdırır. Halbuki, məsəl üçün, Azərbaycan dilinin, doğma dilindən başqa dil daşıyıcısı olmayan insan, sırf yalnız Azərbaycan dilini bilən, nədənsə o qədər Rus kəlmələrdən istifadə edir. Elə hər sözdən bir eşidirsən, Rus kəlməsi eşidirsən. Artıq biz də bunu eşidərək alışırıq, biz də eyni səhvləri təkrarlayırıq. Bu nədən irəli gəlir? Mən əgər Rus dilini bilmirəmsə, mən niyə Rus söz ifadələri işlədim? O nədən irəli? Ağılı görsəmək. Həm bəzi insanlar, bəli, bəzən budur səbəb. Digər səbəb mənə elə gəlir ki, biz öz dilimizdə, doğma dilimizdə söz ehtiyatını artırmalıyıq. Bizim sözlərimiz əslində o qədər gözəl var, araşdırmaq lazımdır. Baxır sözlərə də, elə qondarma sözlər var. Məsəl üçün, bax, işıqfor sözü hardan və necə yaranıb? İşıqfor nə deməkdir yəni? Bu da svetofor sözündən əmələ gəlirmiş sözdür. Belə baxanda ehtiyatda bəzi təzə söz, 15 il əvvəl çatım sözü yarandı. Çatım. Çox idi o. İlk dəfə bilirsiniz kim gətirib ümumiyyətlə bizim dialektimizə belə də Rəsul Rıza dilimizə salıb. İşıqfor. Yəni başqası yoxdur da, ona bir alternativi yoxdur. Bəzən elə olur ki, biz elə söz, bax, adi yazırlar. Mən o şeylərə də qıcıq oluram. Yazır, narahatçılıq. Narahatçı sözü yoxdur. Sakitçilik. Sakitçi söz, sakitdir. Yazırlar xadimətçi.
xadimə Çinədir, bu çu, laklik, lukluk şəkillərini niyə yazırsınız axı ora? Bax, baxın, görürsünüz ki, bu boyda təmir gedir də. Narahatçılığa görə üzr istəyir. Ay qardaş, o çığını puz olsun narahatlığa görə. Sakitlikdir, narahatlıqdır. Kimsə buna diqqət eləsə yaxşıdır. Düzdür, hər kəs qrammatik düzgün danışmaq ehtiyacında nə deyim, yəni borcu deyil də. İndi hər kəsin bir qavrama qabiliyyəti var, bir biliyi var. Amma əgər sən onu yazıb cəmiyyətə təqdim edirsənsə, bu bir yoxlanışdan keçməlidir. Bir binanın üstündə bu cür bir səhv yazılırsa, onu görməyən 100 nəfər, onu görən 100 nəfər də eyni səhv bunu anlayıb yadında saxlayır. Tam razıyam. Olmaz yəni. Deməli, biz az sonra bağlanacağıq, ora gedəcəm digər studiyamıza. Necəsiz mənim dostlarım? Biz də yaxşıyıq. Mən çox xahiş edirəm dostlarımızı Elçin müəllim bir göstərin bizim dostlarımızı. Aysel Şahin və Respublikanın əməkdar artisti gözlərinə bax, göm-göydür. Bizim studiyanın rəngi kimi. Elnur Kərimov, icazənizlə siz burada dincəlin. Mən də keçirəm digər studiyaya. Lotereyamız başlayacaq. Həm də nə lotereya? Yəni, zarafatı qoyaq bir kənara, həqiqətən keçən dəfə dedim ki, bu həftə yox, elə bir ürəyimə damıb, gələn həftədə mütləq şəkildə 50.000 manatı kimsə aparacaq və bugün 50.000 manatı Azər Lotereyadan oldu. Balaca məbləğ deyil, 50.000 manat. Bax, ona görə deyirəm ki, bu şansdır. Bir udmazsınız, 2, 3, bəlkə də 1 il udmazsınız, amma üzünüzə bax, gülə bilər. Bax, belə, həyat budur. Həyat budur. Niyə də olmasın? Şansdır, baxın. Buna görəsə sevindik. Bəli, qoy sevinsin, uğurdanlar sevinsin. Amma Azər Lotereya, bax, belə də, bax, belə bir şeydir. Mən çox rica edərdim bu gözəl xanımdan. Gəlsin bura. Məmnuniyyətlə əzim. Nə oxuyacaq? Yenə belədirmi? Yenə belədirmi? Əmin deyiləm, bilmirəm nə olacaqsa. Gözəl bir şey olsun amma. Gözəl şey olsun. O şərtimiz odur. Gözəl olsun musiqimiz. Getdik. Elə bilmə ki, yoxdan bu ürək sənə ilk gün tək dastan yazacaq. Mənə boş vədlər versən nə gərək, yenə də puç olacaq. Mən ümidimə üzlənib səndən uzaq, tükənir səbir, hərdən qırılıb qalıram. Bir ayaq saxla, adicə məndəki sevgiyə bax, yığılıb ayaq üstünə qalxmağa güc tapıram. Nə fərq edər görəsən, önümdə imdad biləsən, məni dəyərmi soyudub özünə yad edəsən. Bu qürurundan əl çəkəsən, bunu həzm elə bir nəfəsən, səni mən tək sevə bilməz heç kim biləsən. Elə bilmə ki, yoxdan bu ürək sənə ilk gün tək dastan yazacaq. Mənə boş vədlər versən nə gərək, yenə də puç olacaq. Puç olacaq. Mən ümidimə üzlənib səndən uzaq, tükənir səbrim, ərdən qırılıb qalıram. Bir ayaq saxla, adicə məndəki sevgiyə bax, yıxılıb ayaq üstünə qalxmağa güc tapıram. Nə fərq edər görəsən, önümdə imdad biləsən, məni dəyərmi soyudub özünə yad edəsən. Bu qürurundan əl çəkəsən, bunu həzm elə bir nəfəsən, səni mən tək sevə bilməz heç kim biləsən. Nə
fərq edər görəsən, önümdə imdad diləsən, məni dəyərmi soyudub özünə yad edəsən, bu qürurundan əl çəkəsən, bunu həzm elə bir nəfəsən, səni mən tək sevə bilməz heç kim biləsən. Nərmin, sənin oxumağından çox rəqsivə baxdım və düşündüm ki, burada rəqqaslarla nə gözəl, məsəl üçün, dansa bir layihən üçün bax, belə hərəkətli. Bu klipin rəqqasları da var, yəni bu layihə sırf musiqi və rəqslə birgə tərtib olunur. O da Nero qrupu ilə birgə, bəli, klipimdə onlar var, yəni bizim ortaq rəqsimiz var. Çox gözəl rəqs edirsən, yəni o belə elirsən, mən onu eləyəmərəm, həqiqətən. Zmeyka, ilan. Yox, boynum çıxar. Amma çox qəşəng oynuyorsan, bu ideal bir şey. Təşəkkür edirəm. Səhnəyə nə qədər yaraşıq verirsən qız. Minnətdaram. Sadəcə musiqini belə hiss eləyirəm mən. Yox, çox başqa cür alındıra bilmirəm. Bəzən yazırlar, siz çox sevirik, amma rəqs eləmin. Elələr də var. Xeyr. O qədər yazan var ki, bax belə sevirik, amma rəqs eləmin. Amma sırf rəqsimə görə o qədər minnətdarlıq hissi mənə bildirən adam var ki, qızım sənə baxıram. Oxuyub başqa ritmdə rəqs etmir ki, sırf musiqinin, bəli. O da o onu göstərir ki, rəqsə münasibət mənfidir. Çox təəssüf. Ümumilikdə söhbət məndən getmir. Rəqsi tam anlamırlar, rəqsin dəyərini bilmirlər. Danışaq, çox danışaq. Bax, burada elə deyirəm. Nə oldu? Vaxtında gəlib tapmadırıb eləmirsən, indi başqalarımızı aparırsan. Canımdır, mənim ansamblın üzvlərini çox sevirəm, var olasınız. Nə demək istəyirəm? Bəzən biz özümüz nəyisə edəndə çox belə iyrənc, lağlağa qoyuruq. Ayıb olsun. Amma xaricdən gələn, həmin 2 qat ondan da betər səhnəyə çıxanda necə gözəl idi. Nədir bu bizim beynimizdə? Başqasına gözəl deyirik, özümüzünkinə çirkin deyirik. İnarsız, əzizim, biz bu məsələyə getdikcə yenə qayıdırıq. Bu məsələ çözülmür. Çözülmür. Bu problem cəmiyyətdə çözülmür. Cəmiyyət pizza effekti ilə yaşayır. Orada qəbul olunan, burada da qəbul olunacaq. Bunun adı pizza effektidir. Amma buradan gəlib ora getməyini qəbul etmirlər. Anlamırlar ki, biz yetərincə dolğunuq. Bizim özümüzdə hər şey var. O nədən ki, irəli gəlir? Biz özümüzü axıra qədər qəbul eləmirik. Hər fərd şəxsən olaraq özünü qəbul etmir. Başqa millətdən olmaq istəyir. Başqa yerdə doğulmaq istəyir. Özünü qəbul eləmir. Çox insanı danışdırsan deyir bunu. İlk əvvəl demir, bəli. Sonra başa düşsən ki, amma bu cəmiyyətdən asılı deyil. Cəmiyyət ikinci dərəcəlidir. İlk əvvəl sən nə cəmiyyətdə olursan ol. Dünya gələndən bəri sən deməlisən ki, mən yetərliyəm. Məndə alınar. Mən buyam. Mən bunu gətirirəm. Mən bunu edəcəm. Sən özünü sevdinsə, hər şey alınar da. Və ona görə mənə deyəndə sanki bu Jennifer Lopez olmaq istəyir. Qəti istəmirəm. Çox sevirəm Jennifer Lopez, amma mən Jennifer Lopez deyiləm. Çox yanlış fikirdir. Jennifer Lopez olmaq istəyir deyəndə ki, Jennifer Lopez neyinir ki? Nərmin 2 qat biraz məşğul olsa, ondan 5 metr trüklar atar səhnədə. Jennifer Lopez gözəldir, özünə görə. Kim deyir ki, Jennifer Lopez məsəl üçün, görürsünüz, saatlarla məşq edir. O cürdür, bu qızımız da bu cürdür. Yəni, sən Beyoncé olmaq istəyirsən, güya Shakiradır, güya kimdir? Qəbulana bilmirlər, çünki özləri onu edə bilmir. Və bizdə kənardan belə bir anlayış var. Sən də yəqin deyilər, Tupac Shakur olmaq istəyirsən. Kim nə deyər, necə anlayar. Bu düşüncələr insanları çox qapalı saxlayır. Və əfsuslar olsun ki, insan özü bacarmadığını kənardan alqışlamağı nadir hallarda bacarır. Əksinə, mənfi rəylər bildirir ki, özü onu edə bilmir. Bir sözlə kəndivə gəl məsələsi gözəl özü bacarmadığını bilir. Ay, buna bax, sən mənim canım əyaqqabısına bax. Eyni ilə. Məsəl üçün. O gün biri mənim üçün yazıb.
sən də gedib at dodağını şişirdin. Qardaş, mən anadan gəlmə belə deyirəm dodağım. Şişirtsən belə nə? Yox, heç nə yoxdur, mən dodağıma Şişirtsən baxım. belə nə? Şişmiş dodaq oxşuyur Şəxsi bu. qərarımdır, şəxsi işimdir. Yox, bu şişmiş dodaq deyil axı bu. O dəqiqə dodağın belə Artıq fikir formalaşır. Artıq alışıblar ki, olmayanda qəribə gəlir. O deyir ki, efirdədirsə 100% elədir. Uşaqlıqdan üst dodağım nazikdir, indi də elədir. Hatta belə olub və mən hələ ki heç nə eləməmişəm, amma o demək deyil ki, eləməyə bilərəm. Çünki yaş ötdükcə nələrisə dəyişmək məcbur oluruq üzümüzə də, gözümüzə də. Bu normal bir şeydir. Səhnə adamı, abalam, səhnədən çox elə kənarda da biz müşahidə edirik. Səhnədə deyil, tibb işçisidir, nə bilim, vəkildir. O qədər sevirəm ki, xanımlar özlərinə o cür baxanda. Bravo deyirəm. Gedirlər, bədən şəkilləndirmə edirlər. Deyirəm, qəşəngdir. Ona xoş gəlir, qoy elə. Buna bax, elə bir oxuyacaq. Abala, vəkildir, gözəl görünmək istəyir, həkimdir, gözəl görünmək. Lap belə evdar xanımdır, qəşəng görünmək istəyir. Həyat yoldaşı üçün, evladı üçün. Bu nə deməkdir? Bu nə? Niyə hər şeyi pis görməliyik? Qoyun etsinlər. Allah bizə elə o imkanı versin. Pul çox olsun, nə ürəyiniz istəyir? Valla paxılı olmuyor. İnfarkt olduqda. Əsəbləşdi, musiqi əsəbləşdi. Ceyhun, bəli, onun qadasını alır. Dağlıq olduq biz bugün. Belə eləmişəm ki. Arada elə bunlar silkələnsin. Arada elə silkələnsin. Mən bilirəm ki, Nərmin peşəcə hüquqşünasdır. İllərlə çalışıb, onu 10 il danışmırıq. ərzində çalışmışam. İndi bax 10 il musiqidəyəm, baxa görə növbəti 10 il nə olacaq. İnşallah. Əsl peşən repçi deyil də, yəqin ki, yoxsa elə doğulandan rep dedin, ay kölgə. Mən elə 11 yaşından rep deyirəm. Belə, məsəl üçün, başqa sahədə təhsil almamısan, hə? Yox, filologiyanı bitirmişəm mən. Bax, filo? Amma ki, belə deyək də, yəni çox da ciddiyə almadığım sevmədiyim bir ixtisas idi. Yəni ki, belə deyək də, ayaq döymüşük sadəcə universitetə. Olur elə ki, valideynlər təkid edir, gedirsən. 11 yaşında nə rep deyilmişsə, o necə olub elə? Biz məktəbdə oxuyanda doğrudan da vaxtı və zamanı gəldi sanki bu dəqiqə. Mən 11 yaşında məktəbdə oxuyanda bir müəllim var idi bizdə, Vaqif Nəsiboviç məktəbimizdə bir otağı var idi, musiqi otağı. Vaqif Nəsiboğlu. Nəsiboğlu, bəli. Vaqif Nəsiboğlu dediyimiz həmin o ağsaqqalım mənim. Mənə 11 yaşından o otaqda rep, yəni şərait yaratdı ki, mən rep deyim. Necə oldu ki, yəni hiss etdik ki? Məktəb üçün. Yox, hiss edib də, mən gəlb desənə mən rep deyə bilmərəm. Bəli, mən məktəbdə deyirdim otaqlarda o uşaqlar üçün. O cür. Bəli, orada gördü və dedi ki, sən səhnəyə çıxmalısan, məktəbin heç olmasa konsertlərinə. İlk dediyin o sözlər yadında? Yoxsa xatırlamazsan yəqin ki. Yox, xatırlamaram. Xatırlamazsan. Zəminə, məsəl üçün, bilirəm ki, musiqi sırf təhsil almışsan. Bəli, ilk 7 il kiçik yaşlarımdan fortepiano təhsil almışam. Düzdür, nə yalan deyim, atamın sevgisi ilə mən fortepiano ifa etmişəm, amma marağım olmuyor. Hər dəfəsində, yəni bir notu səhv ifa edəndə müəlliməmə deyirdim ki, mən davam etmək istəmirəm, çox əsəb keçirirdim. Amma Allah ruhunu şad etsin, bizim İsmail müəllimimiz var idi, Opera Balet Teatrının solisti, əməkdar artistimiz. Mən məktəb tədbirlərində onun pəncəyindən balaca qız idim. Belə çəkdim. Dedim, mənim səsim var. Neçə yaşın var idi? Haradasa 4-cü sinifdə oxuyurdum. Haradasa bir 10-11 yaş. Amma musiqi məktəbinə gedib gəlirdim. Mənim səsim var, o da belə uşaqdır deyib yanaşmadı. Dedi, gələrsən, musiqi məktəbini tanıyırsan? Dedim, bəli, tanıyıram. Və mən həyatımda ilk dəfə evdən icazəsiz, eşidirsiniz Ayna xanım? Musiqi məktəbi. Evdən icazəsiz gedib. Evdən icazəsiz musiqi məktəbində 8-ci otaq İsmail müəllimin sinifinə Allahım, getdim. otağın nömrəsinə Bəli. Çünki mənim həyatımın deyir kulminasiya nöqtələrindən biri. Bəli. Mənim elə doğum tarixim də 8-idir və 8 rəqəmi mənə çox düşür. 8-ci hansı 8-i? Dekabr ayının 8-i. Elə bilin ki, bugün yanvar ayının 14-ü deyil, dekabrın 8-idir. Gəlin biz təbrik edək qızımızı. Çox sağ olun. Minnətdarım. Gəl səhnəyə əzizim. 10 gündən sonra da Nərmin xanımın ad günüdür. Təbrik edirik. Nərmin xanımın ad günü haqqında ilə danışacağıq. Qoy, nə gün.
yalan arama ara darıxmışam yenə yaman bitir səbrim olan qalan anla məni gəl ay balam eşqə düşdüm bilə bilə sığmır ürək yerə göyə heyran etdik görənləri göz değməsin bu sevgiyə cana canan da yaxansan ey başımda dolaşırsan dolaşırsan ürəyimdə taxt qurmusan sən nağıllardakı sultan sultan cana canan da yaxansan ey başımda dolaşırsan dolaşırsan ürəyimdə taxt qurmusan sən nağıllardakı sultan sultan Eşk kokusu var havada sevenleri sanır oda aklımdasan gece gündüz sensiz kala bilim irada eşke düştüm bile bile sığmır ürək yerə göyə heyran etdik görənləri göz değməsin bu sevgiyə cana canan da yaxansan ey başımda dolaşırsan dolaşırsan ürəyimdə taxt qurmusan sən nağıllardakı sultan sultan cana canan da yaxansan ey başımda dolaşırsan dolaşırsan ürəyimdə taxt qurmusan sən nağıllardakı sultan sultan Cana canan da yaxansan ey başımda dolaşırsan dolaşırsan ürəyimdə taxt qurmusan sən nağıllardakı sultan sultan cana canan da yaxansan ey başımda dolaşırsan dolaşırsan ürəyimdə taxt qurmusan sən nağıllardakı sultan Süleyman Edirəm, sən gərək bizi, yəni Nərminlə məni mütləq şəkildə bu klipə çəkərdin, öldürdük özümüzü burada rəqs etməkdən. Oturduğumuz yerdə. Kim yazıb bu? İlhamə Aydil qızına çox dərin İlhamə təşəkkürümü xanım, bildirirəm. bəli. Buradan salamlarımı çatdırıram. Sözləri Gülnara Sultanova məxsusdur. Mənim bayaqki klipimdə, ümumiyyətlə məndə 99% nə kliplərim varsa, dəyərlim abim, çox əziz olan Bəxtiyar Ələkbərova məxsusdur ki, biri-birindən gözəl kliplərlə daima məni izləyicilərimə təqdim elətdirir. Və geyimlərini də orada gözəl təqdim edirsən. Oradakı, necə desəm, geyimlərimiz də, bundan öncə Məzəli mahnıda olan geyimlərimiz də Mətanət xanıma məxsus idi. Yəni mənə aid idi, bəli, Mətanət Bayramovaya buradan təşəkkürümü bildirirəm. Çox gözəl dizayn model yerimiz. Geyimlərimə çox üstünlük verirəm, bunu bilirsiniz. Hər dəfəsində yeniliklər ərsəyə gətirməyə çalışırıq. Ümid edirəm ki, bu səmtdə bu səpkidə daha gözəl işlərimiz bizim izləyicilərimizə təqdim olunacaq və mən sözün əsl mənasında yaradıcılığımın bir 10 ilində rahat şəkildə
sözün əsl mənasında yaradıcı işlərimin söhbətini rahat şəkildə apara biləcəm. Çox gözəl, uğur arzulu edirəm Çox sənə. təşəkkür edirəm. Ümumiyyətlə belə şənliklərə, toylara gedirsənmi? Bəli, inşallah elə efirdən sizdən icazə istəyib. Bugün toya gedəcəksən, bəli, görsəm. biraz tez çıxacağıq biz. Nərmin də gedir. Amma mən axıra kimi qalaz biləcəm. Yox, onu demirəm. Toylara gedirsən. Əlbəttə əzim, bəs bizim Dolanışıq ona maliyyəmiz, görə. büdcəmiz sırf səhnələrdən formalaşır. Rep aləmində. Replə biraz çətindir. O da başlayacaq, narahat olmayın. O da birazdan olacaq. O da birazdan olacaq. Çünki gənclər fərqliliyi sevir. Məncə Kölgə bəyin yanaşması ilə gənclər artıq toylarında maraqlı bir kompozisiya görmək istəyəcəklər. Çünki yeni nəsil tamamilə fərqli. Bir Yusif məsəl üçün biraz janrı fərqli təqdim edir. Amma yəni Anar Nağılbaz da, Hüseyn Dərya da gedib o rep, yəni toya getmə deyənlər var idi. Toya getməyərik biz deyənlər bu dəqiqə toylardadılar. Ayıb şey deyil ki, bala insan qazanır. Amma biz də aparıcılıq xoş günündə iştirak etməkdə nə problem var ki? Hə, hüşnə. Ay, hər şey, ay, o qədər ayıb işləri var, heç biri demir. Hər şey ayıb bilir. Toya getməyin ayıbdır. Ləhlələrə ayıbdır. Tapma durub ayıbdır. Reklam ayıb deyil, baxaq. Axşamınız xeyirli olsun. Bəli, maraqlı bir verilişdir. Çünki gözəl qonaqlarım var, pozitiv qonaqlarım var. Bəli, və keçirəm kölgəyə. Kölgəm qədər yaxınsan, nay, 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 nay. Elə belə oxumadım bu mahnını. Bəli, əfsanəvi, dahi hətta deyərdim ki, xalq artisti Niyaməddin müəllim, sizi sevirik, Niyaməddin Musayev və Kölgə və Kölgəm qədər. Nə maraqlıdır. Yeni bir layihə gəlir. Bəli, mən Muğamın şahının xeyir duasını almışam. İndi Rokun şahının xeyir duasını almaq istəyirəm. Mən belə görürəm ki, bu belə ideal layihələr səni elə repin atası edəcək, 100%. Nə gözəl, eləsin. Eləsin. Nə olar ki? Bu nə layihə olacaq? Kölgəm qədər mahnı, bu əsəri deyək də, doğrudan da rock dünyasında önəmli bir mahnıdır. Niyaməddin Musayevdən icazəsini aldıq. Onu rep. Və rep olacaq. Özü də mi olacaq? Mən də oxuyacağam, Niyaməddin müəllim də oxuyacaq. Və bu proyekt düşünürəm ki, rockun da inkişafı üçün bir təkan yaradacaq. Mən razıyam. Və yeri gəlmişkən, bilirsiniz ki, Türk müğənnisi Rafet El-Roman elə Niyaməddin müəllimin mahnılarından birini seçim oxuyacaq. Orada da bir yenilik var və reklamda bizim Ceyhun Udarnik ifaçımız idi. 6-8 ritminə rep demək olur. 6-8 ritminə... Bir dənə ver. Sadəcə demirəm indi də. 6-8 yəni meyxana atmosferi yaradar. Bir dənə bax, gör, Avalı... Əslində mümkündür, yəni bir türlü oxumaq mümkündür. Sadəcə yenə də deyirəm, rep ritmi elə rep ritmi olaraq qalsa daha gözəl olar. Aləmi qatdın Ceyhun. Dərsə gecikdiyim bəs deyil. Bugünkü dərsimizə gecikdiyim bəs deyil, hələ haqqa vermə bizə suallarından. Gəl əzizim, eşidək səni. Gəl. Geçey Həyat gözəldir, ömür geçey İstəyirsən gözəl, gəl gezişey Geçey də Geçey Həyat gözəldir, ömür geçey İstəyirsən gözəl, gəl gezişey Geçey Həyat gözəldir, ömür geçey İstəyirsən gözəl, gəl gezişey Geçey Zəlzələ əstirir omba Səhnəni yelədir indi bomba Dənsələ belə onda Fərqi yoxdur salsa, tango, rumba Simsalabim, simsalabim Tanışlıq edərim, adım Aladin Ləmbəni sürtəcəm, içindən çıxacaq Çin Belə də ki, qardeşim, drin
Uzaqdan çelivēli nazlı baxış, addım addım gəlir, qarış qarış cavan oğlan, sizlə olmaq olar tanış. Şad oldum, my name is naxış naxış. Yaxta, lotka, qəşəy qəşəy, dollarlar sotka, qəşəy qəşəy. Bir sualım var, necədir vəziyyət? Hamı bir yerdə desin, qəşəy qəşəy. Qəşəy qəşəydi, qəşəy qəşəy. Həyat gözəldi, ömür qəşəy. İstəyirsən gözəl, gəl gəzişək. Qəşəy qəşəydi, qəşəy qəşəy. Qəşəy qəşəydi, qəşəy qəşəy. Həyat gözəldi, ömür qəşəy. İstəyirsən gözəl, gəl gəzişək. Qəşəy qəşəydi, qəşəy qəşəy. Baba 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 mastika, kızala oynuyor ki fantastika. Kazino, ruskaya ruletka, rядом со mной моя konfetka. Reski üstünden de kola, Valentüreyle oynuyor dama pika. Estirir çika, rap deyir niga. Bu mahnı hit olacak, bas ver gaga. Seçirəm her şeyi gram gram. Bu dalgada seninle mən de varam. Kef damaq, reski gələr. Qorxuram ki birden derski gələr. Əkdim biçəm gərək. Qızların ən gözəlini seçəm gərək. Səhərə qədər gəlin amma əylənək. Amma bir şərtim var, qəşəy qəşəy. Qəşəy qəşəydi, qəşəy qəşəy. Həyat gözəldi, ömür qəşəy. İstəyirsən gözəl, gəl gəzişək. Qəşəy qəşəydi, qəşəy qəşəy. Qəşəy qəşəydi, qəşəy qəşəy. Həyat gözəldi, ömür qəşəy. İstəyirsən gözəl, gəl gəzişək. Qəşəy qəşəydi, qəşəy qəşəy. Klubdan hamı çıxandan sonra dostlar avtoya, məndəki rola. Sürək maşını düz üzü şəhərə. Beyin duman, biraz da bir təhərəm. Sadə oğlanıq, adidən adi. Əylənirik biz evvedadi. Qəribə maşın sürürəm mən. Endirə body. Qaranlıq küçə, gözümdə eynək. Lacoste şortik, Malibu köynək. Bu gecəmiz yaddaşda qalacaq. Göründü qaqan nə qayracaq. Düşünək, daşınaq, fikirləşək. Məkan seçək, elə orada yerləşək. Qızlar da gəlsin hamı, əylənək. Kölgə doğsun sizə, qəşəy qəşəy. Qəşəy qəşəydi, qəşəy qəşəy. Həyat gözəldi, ömür qəşəy. İstəyirsən gözəl, gəl gəzişək. Qəşəy qəşəydi, qəşəy qəşəy. Qəşəy qəşəydi, qəşəy qəşəy. Həyat gözəldi, ömür qəşəy. İstəyirsən gözəl, gəl gəzişək. Qəşəy qəşəydi, qəşəy qəşəy. Adı kimi mükəmməl və çox qəşəng. Təşəkkür edirəm. Çox sağ olun. Əvvəlində səsin nə qədər Seyinə bənzədi. Seyin Dərya, elə bildim o danışdı. Bir dəfə bir şey danışdım. Hüseyin Dərya ilə yan-yana oturmuşuq. Dönüb dedim ki, Dərya bu sənsən. Mən bütün günü yəni evdə baxırdım sənə ki, yəni mən nə vaxtsa Dəryanı görə bilərəm. Aha. Və mənə qayıtdı dedi ki, Dəryadır da, burada nə var ki, adi Hüseyin Dəryadır da. Bax budur, ona Bəli, görə bəli. çox bənzətdim. Amma sənə halal olsun ki, unutmursan dostlarını Qətiyyən. və onu bax gör, o səsini bir başqa idi. Həm Anar, Allah rəhmət eləsin, hər ikisinə Hüseyin. Hüseyin Dəryada mən o vaxt ANS-də çalışanda tet-a-tet əyləşib, yəni diyaloq qurmuşuq, ona müsahibə götürürdüm. Həqiqətən də elə Dərya idi. Dərya idi. O qədər lakanik cavab verirdi ki, suallara deyirdim halaldır da bu insan istedad da olub. Allah rəhmət eləsin, mən təşəkkür edirəm. Təşəkkürlər sizə, təşəkkür edirəm. Mən buradan yəni ustadım Alim Qasımovun əllərindən öpürəm, respekt, sənətkar. Yəni ki, çox sağ olsun ki, mənlə bu iş birliyinə qərar verdi, yəni razılaşdı. Buradan Niyaməddin Musayevin də əllərindən öpürəm. Burada edərsən ha, o layihənin açılır belədiyyətə təqdimatını çox sevinərəm. Çünki ustadları heç vaxt unutmaq olmaz. Çünki yəni onlar nə qədər ki vardılar, onların yəni ətrafında pərvanə olmaq lazımdır. Təşəkkür edirəm əzizim. Sağ olun, çox sağ olun. Mən Zəminəni yola salmalıyam. Qızımız tədbirə gedir, məclisə gedir. Çox sağ ol Zəminə gəldiyin üçün, hədiyyəni unutma. Çox təşəkkür edirəm incə düşüncəniz üçün. Çox sağ ol əzizim. Var olasınız. 30 saniyə ara, daha qayıdacaqsınız, Zəminə burada olmayacaq ha. Mən sizə sponsorlarımıza təşəkkürümü bildirirəm və verilişimizi davam etdirəcək. Zəminə gedən kimi qeybət eləyəcək ondan. Vəssalam.
bir daha axşamınız xeyirli olsun. Elə xüsusi sponsorlarımıza bir daha dərin təşəkkürümü bildirim ki, hansı ki Azər Lotereya bugün şanslı bir özünün belə deyək də tamaşaçısına 50.000 qazandırdı. Uğur arzulayıram və təbrik edirəm həmin şanslı insanı. Elə hər birimiz şanslı oluruq. Nəsə bir alış-veriş edəndə belə. Baxın, Evrolux kimi bir mağazanız var. Bir Bakıxanovda, Əhmədlidə, Sumqayıtda filialları olan 25 ildir ki Azərbaycanda elə fəaliyyət göstərən belə bir seçilmiş, elə bütün o məişət texnikaları da lüks olan Evrolux sabah ayın 15-i mütləq şəkildə o 70%-dən yararlanın və elə bilmin ki, oynan bitdi. Sabah artıq yeni bir informasiya sizə təqdim edəcəm. Gözünüz bizdə olsun və alış-verişiniz də elə Evrolux'dan. İnsanın canı sağlam olmalıdır. Baxın, 3 faktor sizə sadalayacağım ki, baxırsınız ki, ümumiyyətlə getdikcə bir loru dil var, geri düşürəm, ağırlaşıram. İştahınız yoxdur, immunitetiniz yoxdur, belə deyək də tamamilə sıradan çıxır orqanizm. Amma biz onun qarşısını alırıq, bax bu cür. Trimetavitlə alırıq onun qarşısını. Deməli, iştah yoxdursa, əsasən də uşaqlarda bilirsiniz ki, vaxtında yeməyəndə iştahsızlıq, yuxusuzluq, immunitetin zəifliyi həm çəkiyə, həm boy artımına birbaşa təsir edir. Əziz analar, hərdən deyirsiniz, uşağım bu nədir deyirsiniz, sürsümük qalıb, bu niyə belədir? Bilin ki, bax, iştahı da olmayacaq, həmin uşağın yuxusuzluğu da bir şey deyil, immunitet zəifləyir, amma onun qarşısını alan trimetavitimiz var. Bax, mən sizə deyirəm, böyüklər də, kiçiklər də bundan çox rahat şəkildə istifadə edə bilər. Üçü birində ki, artıq cəmləndi, deməli, biz sağlamıq. İmmunitetinizi qoymayın düşməyə. Ümumiyyətlə, qoymayın çəkiniz zəifləsin. İştahınız da yoxdursa, bir daha deyirəm ki, trimetavit elə evimizdə, yanımızda, cibimizdə, çantamızda olsun. Davam edirəm mən, əlbəttə ki, bizim mebel şəhəri ilə, şəhər deyil, bir başqa dünyadır. Mebel dünyası deyirəm. Fərdi-fərdi o mağazalar ki var, ayrı-ayrı gözəllikdir. 100-dən çox mağazanı bir tək şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz. Yəni, evinizə elə banka getmədən yerindəcə kredit şərtlərinə uyğun mebel ala bilərsiniz. Bizim ev mebel şəhərindən Lodi Baby. Bilin ki, uşaqlar bu vaxtda artıq yatmağa hazırlaşır və anaların da istifadə etdiyi bezlər, bilirsiniz ki, həmişə yoxlanışdan keçir. Neçə insan istifadə edib, deyir, biz elə tapmışıq. Sən demə, uşaqlığımızın rahatlığı Lodi Baby'dədir. Bəli, bizim saçlarımızın rahatlığı da Ollindən asılıdır. Çünki Ollinin o saç baxım məhsulları o qədər unikaldır və bura gələn xanımlara da həmişə deyirəm ki, bundan istifadə edin. Ollin. İdə parfüm isə biz istifadə edirik, alırıq, bağışlayırıq. O gözəlliyi hamı ilə paylaşmağı özümüzə borc bilirik. Necə ki, online nömrə var. Bax, o nömrə ilə əlaqə saxlayırsınız və siz də əlbəttə ki, İDədən bir hədiyyə əldə etmiş olursunuz. Verilişin hədiyyəsi qonaqlardır. Verilişin hədiyyəsi bura gələn insanlardan çox şey asılıdır. Həmişə uşaqlar burada olur, Uğur ansamblı. Sabaha bir yeni mövzu. Heç kimin adından istifadə etməyin. Həm müğənnilərin, həm onların ifa etdiyi, hətta ansamblın adından sabah bir mövzu, biraz əvvəl reklamda Bəhmən bizim Uğur ansamblının illərdir Xəzər axşamı başlanandan biz Uğur ansamblını görmüşük. Bu başqa bir mövzudur, sabaha bir işarə etdim. Bəlkə kimsə zəng edib Bəhməndən üzr istəyəcək buna görə. Yox, səhərə kimi öz belə deyək də səhvini boynuna almasa, biz bu məsələni qabardacağıq, işıqlandıracağıq. Mən yenə deyirəm, elə bir Nərmin mahnı oxuyur. Səhər görürsünüz ki, Mətanət o mahnını oxuyur, klipdə çəkdirib, hələ toylara da gedir. Məsəl üçün dedim, öz adımı çəkdim. Çünki bununla rastlaşan insanlar çoxdur. İnsanların əziyyətini yerdə qoymayın. Görürsünüz, mən həmişə bir bəstəkarı, yazarı, aranjmanı, hamısının adını soruşuram. Çünki hər insanın azacıq da olsa orada böyük zəhməti var ki, o zəhmətin içində də bax, bizim müğənnilər bəhrələnir, bu cür təqdim edir. Təqdimatdan çox şey asılıdır. Əslində hələ azacıq deyirik, o əslində o qədər böyük bir işdir ki, yəni olmasalar, yəni mahnının... Əlbəttə. Yəni Cavid Cavadoğlu məsəl üçün mənim üçün o işi görməsə o formada. Başqa bir, bax, həmin o Alim Qasımovla etdiyimiz dueti 2 dənə başqa insana həvalə eləmişdik, onlar bacarmadı. Nə qəşəng dedi.
baxın. Bəli, bəli. 2 nəfər başqa bir professional. Uçuruma aparar ya adamı elə. Əlbəttə. Əsəbin, sənətin, karyeran. Əlbəttə. Mən sizlə razıyam, Bəli. tam razıyam. Belə deyək də, Nərmin. Belə aşqitom. Rastlaşmısan o cür vəziyyətdə? Hər şey. Çox heç vecinə də deyə salmırsan, yoxsa? Yox, bilirsən, bu illər ərzində daha nələr olmadı. Daha nələr gəlmədi başımıza, açıq deyim sənə. 10 il, daha nələr olmadı. Adam o qədər yorulur bir tərəfdən. O qədər bəlkə bu sənətin eşqi ilə yanmasaq, sevməsək musiqini, o qədər özümüzü fəda etmərik onu. Deyməz çünki bəzən düşünürsən. O qədər adamı aldadan, söz verib sözünü əməl etməyən, o qədər insanlar və özlərinə peşəkar deyənlər çıxır ki, elə olur ki, studiyaya mahnı verirsən, sonra nəsə alınmır işin, sonra görürsən ki, mahnının sözləri başqa bir formada onların öz digər mahnılarında səslənir. Sənin sözləri istifadə gəlib başıma, hər şeydən gəlib yəni. Bu sadəcə negativləri bölüşməyə xoşlamıram deyə çalışıram pozitiva köklənim. Zaten hesab edirəm ki, istedad gələ ruhunu işləsin. İstedad varsa, ruhsal halınla sən heç nəyə baxmayaraq, hər şeyə rəğmən qalib gəlirsən və yenə sən varsan, yenə sən parıldayırsan. Bax, dedin, negativə köklənməyə çıxdıq. Qoyduq bunu kənara, pozitivdən danışırıq. Və demirsən ki, bu il, məhz 2025-ci ilin sonu, 2026-cı ilə giriş, yeni il sənin üçün bir fərqli oldu. Bəli. Nə idi o fərqlilik ki, sən bu qədər çox sevindin? Doğrudan bilmirəm, nəsə bir dəyişiklik, sən hiss eləyirsən də, o mənə qarşı sevgini hiss eləyirsənmi? Artımını. Mən həmişə səni sevmişəm. O başqa. Sən yox, sən özünə. İnsanların. İnsanların bəli daha kütləvi, hardasa nələrsə dəyişir yəqin ki, şuuraltı. Onun demək çətindir. Bəli, bəzi layihələr oldu əlbəttə ki, hansılar ki, insanlara məni daha yaxın sevdirdi. İndi Kölgə ilə bunu da müzakirə etdik. Dedi ki, sən daha çox milli ruhda ifa et, sənə yaraşır. O mənə məsləhət görür. Deyirəm ki, mən milli ruhda olan bir sıra mahnıları əlavə etmişəm repertuarıma. Ondan əlbəttə ki, işimdə dəyişib mən deyim. Real olaraq onun nəticəsi fərqlidir. Amma məndə qərbi musiqiyə o qədər sevgi var ki, mən tam köklənə bilmirəm milli ruha. Bax, Nərmin, hansı mövzularda tənqidi qəbul etmirsən? Tənqidi hər mövzuda qəbul edə bilərəm. Sadəcə əgər mən mövzunu açıb və ona açığam. Biri var, mən tənqidi soruşmuram, fikir soruşmuram və fikir alıram. Bu artıq tənqiddir. Və baxır kim deyir də? Bax, məsəl üçün, Nərmin, özün dedin ki, mənim rəqsimi qəbul etmirlər. Qəbul etməyənlər var, hər şeyi var. Ola bilər geyimini, ola bilər ki, hərəkətini. Bəli, hərəkəti, geyimi, çəkini, görüntünü, hər şeyə söz deyən bir adam var. Çox xahiş edirəm, bir dəqiqə, çəkini heç kimin ixtiyarı yoxdur müzakirə etməyə. Bəlkə mənim içimdə elə bir xəstəlik var ki, mən kökəlirəm. Onu heç kim heç nəyə heç vaxt düşünmür. Bəli, olmaz. İnsanlar, bilsiniz necədir, çəki doğrudan da dəbdir. Dünyada müzakirə dəbidir. Bu bir dəbdir. Hamı müzakirə edir çəkini. Ona görə də bütün dünyada bu müzakirələr var. Sadəcə bizdə biz nə qədər də çalışsaq bəzi konularda, bəzi mövzularda özümüzü səliqəli, tərbiyəli kimi görsədək, açığı biz çox aşırıq o həddləri, hansı ki hər insanın öz həddi var. Və şəxsi məsələlərə, ümumiyyətcə müzakirələrə açıq şəkildə onları çıxarmaq ümumiyyətcə qəbul olunmazdır. Lakin bu olur və olacaq da, biz nə danışsaq da və ona görə də hər şeydə qəbullanmışıq əslində. Heç nə bizi təəccübləndirmir. Ona görə də müzakirələr heç təəccübləndirmir. Tənqidlər də, təhqirlər artıq bax, burada bir qanunlar işləməlidir. Burada başqa bir mexanizmlər olmalıdır. Hüquqşünas kimi nə deyər? Bəli, onlar mütləq ki, tanınan şəxsləri, ümumiyyətcə bir auditoriyaya çıxış edən insan məcburiyyətində deyil ki, təhqirləri, söyüşləri qəbul etsin. Əlbəttə, niyə ki? Biz cəmiyyətimizdə həmişə söyüş sahibinə bir söz irad bildirərdik ki, kiməsə söyüş söyür, olmaz, sən o söyüşü götürdünmü? Necə oldu ki, siz indi kompüter arxasında, planşet arxasında, telefon arxasında əyləşdiniz və ağzınıza gələni söydünüz hər kəsə? Kimsə ixtiyarı verib ki, sizə qarşı olarsa bu qəbuldurmu? Və tərbiyəniz hardadır, mədəniyyətiniz hardadır?
Sizdə yoxdursa bizdə var. Biz təbliğ etməyə davam edirik. Biz mədəniyyəti gətiririk. Biz sizə sizin kimi cavab vermirik ona görə. Amma o demək deyir ki, biz dözməliyik buna. Qanun işləməlidir ki, onlar qapansın. Qanunlar işləməlidir. Mən razıyam, tam razıyam. Bir Nərmin, kimin sözü qəbuldur sənin üçün? Ona qəbullanırsan ki, bəli, düz deyir. Bu məsəl üçün bunu bura qoyma, ora qoy. Mən razıyam, məsləhəti. Ruhən azad olan insana çox çətindir bu cür suala cavab vermək. İkinci mətanət, bəli. Çox çətindir. Ruhən azadsansa, kimsə nə bunu deyə, belə qoyma, belə eləmə. Biri var, bir anda kimsə kimsə hərəkəti ilə özünə bir hörmət qazandırdı sənin gözündə. Bəli, bəli. Artıq o hörmət sahibi oldu ki, bu insanın təcrübəsi var, bu insan yaxşılığımı istəyir. Mən belə deyərdim. Mən içdən anlayaraq ki, kimsə yaxşılığımı istəyirsə, onun çox sözünü qəbul edirəm. Ay, sağ ol. Bilirəm ki, bu insan çox dərin yaxşılıqdan deyir. Bəlkə səhv təqdim edir. Bəlkə biraz mən istədiyim kimi qəbul, yəni mənə təqdim etmir. Olur. Amma yenə də mən onu eşidirəm. Ay, Nərmin, qoyduq bu sənəti bir yana. Sən yaxşı yemək pişirməyə bacarırsan. Mən hərdən elə bilirəm ki, sən yaxşı şirniyyatlar eləyirsən. O qədər belə qəşəng danış. Hardan başa düşürsən ki, məndə o qabiliyyət var? Bilmirəm, belə o qədər gözəl anladırsan hər şeyi. Mən elə bilirəm ki, sən keçərsən mətbəxə, deyərsən, baxın, 2 stəkan unu tökürsünüz belə. Bunu belə gözəl tortlar, şirniyyatlar. Nə gözəl proyekt idi, veriliş proyekti idi. Bacarırsan mı? Yoxsa mən... Əslində, əl qabiliyyətim xüsusilə pişinti ilə bağlı yaxşıdır. Mən necə hiss etdim? Mən birdən ki, Nərmin nəsə pişirib gətirib deyimliyib ki, bunu mən... Dobruyam da, yəni. Çox mülayimsiz, Onu məndən gəlir ki, mən onu eləyərəm, başırsan. Amma çox qəşəng. Necə elə bir şey etmirsən? Birincisi, maraq dairəm deyil bir o qədər də. Bir tərəfdən maraq dairəm deyil. Digər tərəfdən maraq dairəmdir. Sadəcə mən həm hazırlamağı, həm onu yeməyə meyilliyəm. Ona görə də çox eləməyə qorxuram. Deyirəm, indi mətbəxə keçərəm, başlayıram pişirməyə. Yeməyi çox sevirsən. Ümumiyyətlə hazırlamağı, xəmiri. Xəmirlə başlayacağam indi uğraşmağa. Bir ara gəlir mənə, başlayıram, eləyirəm. Sonra ayılan, Nərmin, sən şişərsən, sən onsuz da köklə meyilli insansın. Sən sonra xəstələnərsə olmaz. Özümü dayandırıram. Bəs yaxşı, bəzən insan özü deyir ki, mən səni bu cür sevirəm, hədsiz dərəcədə. Və təsəvvür etmirəm ki, sən tam arıq formada, mənə maraqsız olar o, belə şeylər eləyirsən. Onu arıq formada o hamı eləyə bilər. Amma bu cür... Yox, inan ki, hamı eləyə bilməz. Çox az adam plastikaya sahibdir, açıq danışaq. Əlbəttə, çox az adam fərqi o çəkiyə baxmır ki, plastika daşıyıcısı olmaq. Bəzi insanlar kimisə təkrarlaya bilər. Özlərinə məxsus olan plastikaları çox... Ümumiyyətlə, xarizma çox az adamda var. Xarizma hərəkətdə, səsdə, danışıqda, görünüşdə o xarizmadır. Sən onu daşıyırsan. Sən onu özün sevməlisən ki, təqdim edə biləsən. Bəli, biz indi təqdim edəcəyik. Mən təşəkkür edirəm hamınıza. Gülgə, çox sağ ol. Zövq aldım bugün. Xüsusən əlbəttə ki, Bəxtiyar Vahabzadənin o şeiriyyatından ərsəyə gətirdiyin rep mənim üçün bir dərs oldu. O sözlər mükəmməl idi və mükəmməl bir xanımı yenidən səhnəyə dəvət edirəm. Və Kərimbəyli, Nərmin xanım, başqa heç kim gəlmir. Nərmin elə bilir, kimsə gəlir. Salamat qalın, sabaha dək. Time is going down, time is running out, no one else around but me. Steady losing light, steady losing my mind, moving shadows and grinding teeth. Without you, there ain't no place for me to hide. Without you, there's no way I can sleep tonight. What I'll do for a little bit of peace and quiet. Without you, I keep slipping into bad dreams where there's no you and I. No sound when I cry. I love you and I need you to set me free.
girl, I can do it by myself. Without you, there ain't no place for me to hide. Without you, there's no way I can sleep tonight. But I do, for a little bit of peace and